Salamlar hər kəsə. Bu gün sizlərə Dövlət İmtahan Mərkəzinin informatika toplusunda olan say sistemləri mövzusunun izahını təqdim edəcəm. Buradan olan suallara baxacağıq. Başlayaq birinci sual ilə. Onluq say sistemində verilmiş 16-nın kvadratı üstəgəl 17 ifadəsinin nəticəsini 8-lik say sistemində yazın. Bunun iki cür yolunu deyəcəm sizlərə. Hansı daha rahat olsa, onunla da davam eləyərsiniz siz. Deməli, birinci yol odur ki, ifadəmiz çox da böyük ədəd verməyəcəyi üçün normal onluq say sistemində toplayıram. 16-nın kvadratı eləyir 256 və üzərinə 17 gəlirəm, eləyir 273 onluq ədədi. Onluq say sistemindən 8-lik say sisteminə çevirməyin yolu bu idi ki, verilmiş ədədi onluqda olan ədədi 8-ə bölürdüm. 273-ü 8-ə böləndə, yəni 27-ni 8-ə bölsəm eləyir 3 dəfə, 24 çıxıram. Qalır burada 3. Bu 3-ü də gətirirəm bura. 33-ü 8-ə böləndə 4 dəfə verər və 32-ni çıxıram. Qaldı qalıqda 1. 34-ü bölürəm 8-ə, 4 dəfə düşür, 32 çıxmalıyam. Burada da qalır 2. İndi sonuncu qismətimiz 4, qalıqlarımız da 2 və 1. 4, 2, 1, 8-lik say sistemində ədədini almış olarıq. Bu elədir B variantı. Yəni onluq ədədi 8-lik say sisteminə çevirdim. Bu birinci yolu. İkinci yolu isə nisbətən böyük ədədlərlə işləmək üçündür. 8-lik say sisteminə gətirmək üçün verilmiş ədədlərin hamısını 8 əsasa gətirmək. Yəni nə deməkdir? 16 üstü 2-dir. Buradan biraz xırdalayacağam. 16 üstü 2. Bu 2-nin üstü 4, üstü 2 deməkdir. Düzdürmü? Yəni bu ifadə bizə verir 2 üstü 8-i. İndi mən bu 2 üstü 8 onluq ədədini 8-lik say sistemi, yəni 8 əsasa nə cür gətirə bilərəm? 8-in özü 2 üstü 3-dür. Bəs digər tərəfdə nə edəcəyik? Bax, bu 8-dir, düzdürmü? Mən 8-i buradakı 3-ə bölürəm, eləyir 2. Aldığım 2-ni, qismətdəki 2-ni buraya yazıram. Və hazırda burada 2 üstü 6 var, düzdürmü? 2 üstü 8-ə çatmaq üçün biz 2 üstü 2-yə vurmalıyıq. Bu formada yazacağam mən. Yenə deyirəm, 8 əsasa gətirdik. 8-i biz deməli, buradakı 3-ə böldük. Elədi qismətdə 2. Qalıqda qalan ədədi digər 2-nin qüvvətinə yazdım. Və üzərinə gəlirəm. Bir də bizdə qalıb 17 bu hissədə, düzdürmü? 17-ni də nə cür yaza bilərik? 17-ni də belə yaza bilərik. 17 8 üstü 1 vurulsun 2 üstəgəl 1 deməkdir. Yəni 16 üstəgəl 1 deməkdir. Və fikir verin, hamısı 8 əsası çevrildi. Yəni burada qaldı demək. Tam sonuncu dəfə açıq yazsam 8-in kvadratı vurulsun 4, üstəgəl 8 üstü 1 vurulsun 2, üstəgəl 1. İndi bunu biz necə 8-liyə çevirəcəyik? Zaten bu verilmiş 8-liyə ədədinin onluq say sisteminə çevrilməsinin asılmasıdır. Oldu. O zaman nə edəcəyik? 8-ləri boş verib bu hissələrə baxırıq. Bax, burada 4 var, düzdürmü? Yəni 0, 1, 2, elə bilin ki, nömrələmişik. İkinci qüvvətdə var 4, birinci qüvvətdə var deməli 2 və sıfırıncı qüvvətdə də bir dənə cəmisi 1 var. Yəni 1 vurulsun 800-0 deməkdir də bu. Burada yazırıq 1. Bu da bizə verir 421 ədədini. Oldu mu? Ən böyük qüvvət hansıdırsa əvvəlcə ora qədər nömrələyirik sıfırdan başlayaraq. Deməli, ən böyük qüvvətin yanında 4 rəqəmi var. Birinci qüvvətdə var 2 və sonuncuda da 1 var. 421 bu formada da almaq olar. İrəlidəki suallarda buna aid yenə də test nümunələrinin izahına baxacağıq. Hansı yazılış yanlışdır? Belə suallarda adətən nə baş verir? Say sistemlərinin əsasları verilir. Həmin say sistemində olmayan rəqəmlər qeyd olunur. Yanlış olan nə olur? Məsələn, onluq say sistemində 1 var, 0, 1, 5 rəqəmləri var. Yanlışlıq yoxdur. 9-luq say sistemində 0-dan 8-ə qədərdir. Bəli, bu rəqəmlərin hər biri 9-luq say sistemində var. C variantında da 7, 4, 5, 8-lik say sistemində bu rəqəmlər var. Və baxırıq ki, 7-lik say sistemində də 6, 2, 5, 4 rəqəmləri var. Onda yanlış olan 7, baxaq görək yanlışlığı hardadır. Bax, 4-lük say sistemi verib, yəni 0-dan 3-ə qədər olmalıdır da 4-lük say sistemində. Amma 5 rəqəmindən istifadə edib. Xeyr, 5 rəqəmi olmaz. Deməli, E variantı yanlışdır. Yəni, yanlış yazılışdır. 3. Ədədi təşkil edən simvolların qiymətinin simvolun mövqeyindən asılı olub-olmamasına görə say sistemi 2 yerə bölünür. Deməli, mövqeli və mövqeysiz say sistemi. Mövqeyli say sistemlərində rəqəm dayandığı yerdən asılı olaraq müxtəlif qiymətlər ala bilər. Mövqeysizdə isə rəqəm harda dayansın, həmişə öz qiymətini saxlayır. 4. Göstəriləndən biri mövqeli say sisteminə aid deyil, mövqeysiz say sisteminə aiddir, yəni demək istəyir. O da B variantıdır. Mövqeysiz say sistemi Rum rəqəmləridir və digərləri hər biri mövqeyli say sistemidir. Say sisteminin əsas dedikdə nə nəzərdə tutulur? Onu təşkil edən simvolların, rəqəmlərin sayı. Son simvolu yox, 0 və 1-lərin sayı yox, ilk simvolu yox, ilk və son simvolu yox. Say sisteminin əsası onu təşkil edən simvolların sayıdır. Yəni 8-lik say sisteminin əsası
0-dan 7-yə qədər olan rəqəmlərdir. Hansı variantda ikilik say sistemini təşkil edən rəqəmlərdir? Təbii ki, 0-dan başlayır hər zaman. Simvollar 0 və 1 ikilik say sisteminə aiddir. Hansı yazılış yanlışdır? Yenə də elə bir say sistemində axtarmalıyıq ki, rəqəm orada olmasın. İkilik say sistemi 1 və 0-lardan ibarətdir. Doğru yazılışdır. Onluq say sistemində 1 və 0-lardan ibarət ola bilər, bir problem yoxdur. 16-lıq say sistemində A və B rəqəmləri var. İkilik say sistemində 2 rəqəmi yoxdur. Bu yanlış yazılışdır. Deməli, D variantı düzgün cavabımızdır. 8-likdə də bəli, 7 dənə rəqəm bu hissədə verilib. Yəni hamısı 8-likdə var. Davam edək növbəti sualla. İkili say sistemində verilmiş ədədlərdən hansı cütdür? Çox bəsit, sonu 0 ilə bitən cütdür. Qalanları sonu təklə bitənlər normalda da təkdir. İkili say sistemində də bəli, təkdir. Sonu 0 ilə bitən cütdür. 16-lıq say sistemində yazılmış ədədin hər bir simvolu ikilik rəqəmə uyğundur. Neçə ikilik rəqəmə uyğun? Təbii ki, 4 ikilik rəqəmə uyğundur. Yəni 16-lıq say sistemində hər hansısa verilmiş bir rəqəm götürün. Məsələn, 8 rəqəmi 16-lıqdadır. İndi biz bunu ikilik say sistemində vermək üçün zaten 8-likdə daha doğrusu 16-lıq say sistemində olan 8 elə 10-luqdakı da 8-i verir bizə. Yəni bunu da biz ikilik say sisteminə çevirsək, əlbəttə ki 1, 3 dənə də 0 alacağıq. Demək ki 4 dənə rəqəmə uyğundur. Ümumiyyətlə yadda saxlayın ki, ikilik say sistemində hər bir rəqəm 1 bit yer tutur. 1 bit ikilik say sistemində. 16-lıqda isə 4 bit yer tutur. 4 bit. İkilikdəki 4 dənə rəqəm, 4 dənə bit, 16-lıqdakı bir dənə simvolun bitin verir bizə. Oldu mu? Hansı yazılış forması səhvdir? 16-lıq say sistemində B və A rəqəmləri var. 16-lıq say sistemində 9 rəqəmləri var. 9 rəqəmi var. 16-lıqda 1A var. 16-lıqda AA da var. 16-lıq say sistemində C rəqəmi yoxdur. Bu yanlışdır. Demək, yanlış yazılış budur. İkilik say sistemində verilmiş ədədlərdən hansı təkdir? Sonu 1 ilə bitənlər ikilik say sistemində. Zaten ya 1 ilə bitəcək, ya 0 ilə. 0 ilə bitirsə cütdür, 1 ilə bitirsə təkdir. Demək, variant B variantı olacaq. Tək olan budur. Hansı variantda 8-lik say sistemini təşkil edən simvollar doğru göstərilib? 0-dan 7-yə qədər olanlar 8-lik say sistemini təşkil edir. 1 ilə başlayır, yanlışdır. C variantı 1 ilə başlayır, Y də 1 ilə başlayır. Və D variantında yanlış olan budur ki, 8 yazıb, 8-lik say sistemində 8 yoxdur. Yəni 8 orada rəqəmlərin sayıdır, o da 0-dan 7-yə qədər. 13 verilmiş ifadə açıq yazılışından istifadə etməklə 16-lıqdakı qiyməti müəyyən eləyin. Ümumiyyətlə, burada nə baş verir? Birinci sizlərə onu deyim. Bax, hər hansısa bir 16-lıqdakı ədədin onluq say sisteminə çevirməsinin açılışıdır. Yəni, çevirərkən aldığı ifadədir, açılışıdır. Və biz nə etməliyik? 16-lıq ədədi təyin edirik. O zaman baxın, burada 16 üstü 3 yazılıb. Ən böyük qüvvət 3 olduğu üçün 16-nın üstündə mən 0, 1, 2, 3 yazdım. Bax 3-ün ya 16 üstü 3-ü nəyə vurub? 15-ə. İndi 16-lıq say sistemində mən götürüb 15 yaza bilmərəm axı. 15 F deməkdir bizdə. Ona görə 3-ün altına F yazıram. 16 üstü 2-nin yanında nə var? 10 var. Onu da bilirsiniz ki, A deməkdir 16-lıqda. Götürüb A yazıram. Daha sonra 16 üstü 1-in yanında 1 var. 1-in altına 1 yazıram. 16 üstü 0-ın da yanında 12 var. Bu da C'dir bizdə. Yəni A 10, B 11, C də 12. Burada C yazıram. Bəli, bax bu 16-lıq say sistemindəki ədədin onluq say sisteminə çevirərkən yazdığımız açılışı bax bunun verdiyidir. F, A, 1, C. Düzgün cavabımız B variantı olmuş. Olacaq. 14-cü sual. Yenə deyir, hansı yazılış səhvdir? Onluq say sistemində bu rəqəmlər var. 16-lıqda 1, B, C var. 8-likdə 1, 2, 3 də var. Yenə də yanlış olan ikilik say sistemində yazılmışdı. Çünki ikilikdə yalnız 0, 1 olmalıdır. Bu iki rəqəmi olmamalıdır. İkilik say sistemində iki rəqəmi yoxdur. Gəldik növbəti sualımıza. Yenə də bir sual, eyni sual 13-cü sualla eynidir. Deyir, 16-lıq say sisteminin verilib, açılışı verilib. Bizə deyir ki, ədəd hansıdır 16-lıq say sistemində? Bax, ən böyük qüvvət yenə deyirəm, 16-nın üstündə 2-dir. Yəni 0, 1, 2 yazdıq biz. 16 üstü 2-nin yanında 5-ə vurmuşuq. Onda bu 5, 16 üstü 1-i 0-a vurmuşuq. O zaman elə 1-in altına 0 yazıram. Ya 16 üstü 0-ı da 7-yə vurmuşuq. Onda 0-ın da altına 7 yazıram. 507, yəni 507 ədədi imiş bu. 16-lıq say sistemindəki ədədi imiş. 16 verilmiş açıq yazılışdan istifadə etməklə ikilik say sistemindəki ədədi müəyyən edin. İndi bax, ikilik say sistemində mən açılışı onluğa çevirməyin yolu verilmişdi ikilik say sistemindəki ədədin. Mən nə edəcəm? Bax, 2 üstü 4 yazdıq, düzdürmü? 0-dan 4-ə qədər bu hissəni nömrələyirəm. 0-dan 4-ə qədər. 2 üstü 4-ün yanında 1 var. Bura yazdım 4. 2 üstü 3-ün yanında 0 var. 2 üstü 2-nin yanında 0 var.
2 üstü 1'in yanında 1 var. 2 üstü 0'ın yanında 1 var. Bu kadar. Sual bitti. İkili say sistemindeki ədəd budur. 1, 0, 0, 1, 1. D variantı. 17. Bir say sistemində ilk 12 simvol bullar şəklində verilmişdir. Bu mövqeli say sisteminin əsasını müəyyən edin. Demək, biz təkrarlanma hardan başlayırsa, ora qədər baxmalıyıq. Bax, 0, 1, 2, 3, A, B verilib, düzdürmü? Bax, bundan sonra artıq keçmişik 2 rəqəmli ədədlərə. Yəni, artıq biz yazmışıq 1, ondan sonra 0, sonra 1, 1. Yəni ədədlər bunlardır. Sonra 1, 2 bu formada. Bax, təkrarlanma baş verdi 1, 0-da. Bura qədər təkrarlanma yox idi. Hamısı fərqli idi. İndi gəlin baxaq görək neçədəndir bura qədər. Deməli 1, 2, 3, 4, 5, 6. 6 dənə simvol var. Demək ki, mövqeli say sisteminin əsası da 6-ya bərabərdir. Oldumu? Çünki B artıq sonuncu simvoldur ki, B-dən sonra təkrarlanma baş verib. 2 rəqəmli ədədlərə keçmişik. 1, 0, 1, 1 və bu formada ümumiyyətlə. Bəs gerisi necə olardı müəllim? Bax, bura 1A, 1B yazdıq, düzdürmü? 2 rəqəmli ədədlərdə 1 ilə başlayanların hamısını yazmışıq da. Yəni 0, 1, 2, 3, A, B. Artıq biz 2-yə keçəcəkdik. Yəni bunlar bitəndən sonra başlayırdıq. 2, 0, ondan sonra 2, 1, 2, 2, 2, 3, sonra 2, A, 2, B bu formada oldu mu? 18. Yanlış yazılışları müəyyən eləyin. 16-lıq say sistemində A və 3 rəqəmləri var. Ona görə 1 doğrudur. Doğrudursa C və D variantlarını silirik. Bizdən yanlışları istəyir. 7, 9, 6. Bəli, bu rəqəmlər də onluq say sistemində var. Onda 2 də doğrudur. 2-ləri də silirik. Variant A qalır. Gəlin görək 3, 5, 6 da səhv nədir? Üçüncüdə 5 MB yazılıb. Bu say sisteminə aid deyil ki, bu 5 megabayt öz 16-lıq say sistemində yazıb. 16-lıq say sistemində M rəqəmi yoxdur. Demək ki, 3 yanlışdır. 5-də yanlış olan demək nə var? A19. A rəqəmi onluq say sistemində yoxdur. 16-lıq say sistemində var. Onluq say sistemində A rəqəmi yoxdur. 5 yanlışdır. K hərfi də yoxdur. 16-lıqda 6 yanlışdır. 3, 5, 6. 19. Bayaqki suallar kimidir? Yenə deyirəm, ən böyük 16-lıq say sistemindəki ədədi deyir tapın və ən böyük 16-nın qüvvəti burada 3-dür. Demək 3-ə qədər 0, 1, 2, 3 yazdım. 16 üstü 3 nəyə vurmuşuq? 13-ə. 13-də nə deməkdir bizdə? D rəqəmi deməkdir. D rəqəmi. Bura yazdım D. Deməli 16 üstü 1-i, burada bir dənə diqqətli olun. Bax 16 üstü 3 yazılıb, 16 üstü 1 yazılıb. 16 üstü 2 yoxdur da, düzdürmü? Əgər yoxdursa o 0 deməkdir. Yəni bizi bayaqlar yazmışdı 0 vurulsun 16 üstü 2 falan. İndi yazmayıb. Yazmayıbsa demək yoxdur. Onun dəyəri 0-dır. Onda bu 2-nin altına 0 yazacağam. 16 üstü 1-i 2-yə vurub, o zaman bu 2 düşür bu hissəyə. 16 üstü 1 2-yə vurulub. 16 üstü 0 da 9-a vurulub. Burada yazdıq 9. Və bəli 16-lıq say sistemindəki ədədimiz budur. D 0, 2, 9. Əksər tələbəmiz D variantı götürür şagirdimiz. Niyə görə? Çünki deyir müəllim 16 üstü 2-ni heç görmədim. Yəni görməməyiniz o demək deyil ki, orada yoxdur. Sadəcə bilin ki, 0-dır deyə onu yazmayıblar. Demək ki, bəli, düzgün cavabımız olacaq B variantı. Hansı yazılış yanlışdır? Onluq say sistemində bu rəqəmlər var, 7-likdə də var bu rəqəmlər. 8-lik say sistemində 8 rəqəmi o yoxdur. Demək variant C variantı. Gəldik növbəti sualımıza. 8-lik say sistemindəki ədədi təyin eləməliyik. Burada 8 əsasın ən böyük qüvvəti 5-dir. 0, 1, 2, 3, 4, 5 yazdıq. 8 üstü 5-i 5-ə vurmuşuq. Deməli, bura düşdü 5. Baxın, 8 üstü 4 yoxdur. 8 üstü 3 yoxdur. Ona görə 0 yazıram 4 ilə 3-ün altına. 8 üstü 2-ni 3-ə vurmuşuq. Yəni, bu hissəni 3-ə vurmuşuq deyə bura 3 düşür. 8 üstü 1-i 3-ə vurmuşuq. Burada 3 düşür. 8 üstü 0 yoxdur. Yoxdursa onun da dəyəri 0-dır. Deməli 5, 0, 0, 3, 3, 0. Elə variantı sualın düzgün cavabıdır. 22. 8-lik say sistemindəki bu ədədin doğru açıq yazılışını yazın. Yəni yəqin ki yox, onluq say sisteminə çevirməyimizi istəyir. Nə edirdik biz onluq say sisteminə çevirəndə? 0, 1, 2, 3, 4, 5 yazırdıq. Sonra da 1-i vurur. Bu da 8-dir də əsası. 1 vuraq 8 üstü 5 olmalıdır. Burada 8 üstü 4 yazıb. Ona görə bu yanlışdır. 1 vurulsun 8 üstü 5 olmalıdır. Üstə gəl 2 vur. Tam açılışını yazmıram çünki yəni yorucu olmasın. 1 vuraq 8 üstü 5, 2 vuraq 8 üstü 4. Bu qayda ilə getməliyik biz. Yəni burada 8-i 1-in üstü 5-ə vuruq. Bu yanlışdır. 1 vuraq 8 üstü 5, okey. 2 vurulsun 8 üstü 4. 4 vurulsun 8 üstü 2. İndi 8 üstü 3 hanı deyə bilərsiniz. Zaten o 0-dır deyə yazmayıb. 3 vurulsun 8 üstü 1, 6 vurulsun 8 üstü 0. Okey, C variantı düzdür. D-də yanlış olan 8 üstü 6 yazıb. Yəni bizdə 0-dan başlayırıq deyə
8-in əsası qüvvəti 5 olmalıdır maksimum və bu da yanlışdır. Təbii ki, belə bir asılış yoxdur. Düzgün cavabımız oldu. Demək, C variantı. Və gəldik bu suala. İkilik say sistemində biz nə etməliyik? Ədədləri bir-birinə vurmalıyıq. Bəzən tələbələr bunu onluğa çevirir, onluqdakı ədədi bir-birinə vurur və təzədən götürürlər onu ikilik say sisteminə bölə-bölə keçirirlər. O da bir yoldur, yəni etiraz eləmirəm. Amma ikilik say sistemində də biz vurmanı həyata keçirə bilərik. İndi isə başlayaq. Alt-alta vurma qaydasından istifadə eləyək. Vurulsun. Deməli 1 1 0 1. Deməli, 0-ı 1-ə vuran 0-ı 1-ə vuranda bu 0 eləyir. 1-i 1-ə vuranda bura eləyir 1. 1-i 0-a vuranda 0. Yəni ədəd zaten 1-i 1000-ona vuranda 1000 onun özünü alarıq. Düzdür? Növbət dəfə biz 0-ı bu ədədə vuranda zaten 0 alacağımız üçün elə bir normalda buradan yazmalıydıq. 0 elədiyi üçün artıq biz buradan başlayacağıq növbət dəfə. Buradakı 1-i 1000-ona vuranda demək bura düşür 0, bura düşür 1, bura 0, bura 1. Və son olaraq bu birinci biri, ilk biri 1000-ona vuranda yenə də biz eyni şeyi alacağıq. Sadəcə buradan yazmalıyıq artıq. Deməli 0, 1, 0, 1. Hə, gəldik bunun toplamı hissəsinə. Ha, toplam hissəsində biz nə edəcəyik? Diqqətli olun, 0 zaten özü aşağıya olduğu kimi gələcək. Burada bir problem yoxdur. Buradakı 1 də aşağıya olduğu kimi gələcək. 0 ilə 0-ı toplayanda bura 0 gəlir. Burası da düzdür. Bəs müəllim, biz bax buradakı 1, 1, 0, bunun cəmi 2 eləyir. Mən də bura 2 yazsam, ikilik say sistemində 2 rəqəmi yoxdur axı. Belə bir şey nə cür eləyəcəyik? Biz nə edirik? Bax, əgər biz 1 ilə 1-i toplayıb 2 almışıqsa, ikilik say sisteminə çevirən zaman, əgər aldığınız ifadə, yəni 2-dirsə, onda siz 2-ni 2-yə bölürsüz. Deməli, qismətdə alırsınız 1, qalıqda alırsınız 0. Siz qalığı yazırsınız bu hissədən. Bax, qalığı bura 0 yazırsınız. Yadda qaldı 1. Bu 1-i götürürsünüz özüylə, gəlirsiniz növbəti hissəyə. 0 ilə 1-in cəmi eləyir 1. Yadda 1 qalmışdı 2. Yenə də siz 2-ni 2-yə böləndə buranı alırsınız 0. Yenə də qismətdə qaldı 1. 1 ilə 0-ın cəmi 1. Yadda qalmışdı yenə 1. Eləyir 2. 2-ni 2-yə böləndə 0. Yenə yaddaşda 1 qaldı. İndi bura 1-dir. 1 də yadda qalmışdı. 2 eləyir. Təzədən bir dənə bura 0 yazırıq. Burada 1 yazmış oluruq. Deməli ədəd necə olmalıdır? Axır iki rəqəmi 1 0 olmalıdır. Ortada da 1, 2, 3, 4, 5 dənə 0 olmalıdır. Bu A deyil, bu D deyil, Y deyil. Baxırıq ki 1, 2, 3, 4 dənə var. Bu yanlışdır. 1, 2, 3, 4, 5 dənə var. Düzgün cavabımız C variantı olmuş olar. İkili say sistemi ümumiyyətlə toplama çox bəsitdir. Yəni, məsələn, bir dənə də nümunə yazım özümdən tam başa düşməyiniz üçün. Ola bilsin ki, 2 dəfə izləyənlər var. Tutaq ki 1, 0, 1, 1, 1, 0, 1, 0, 1, 1, 1, 1. Bu 3 dənə ədəddir. Deyir ikili say sistemində toplayın. Bax siz 1, 0, 1-i toplayanda, bunları toplayanda eləyir 2. Yadınızda saxlayın, 2 yazmaq olmur. Aldığınız ədədi hər zaman 2-yə bölün. Qalığı yazın bura, qisməti öz-özündən götürün, gətirin növbəti hissəyə. 1, 0, 1 elədi 2. 2-ni 2-yə böldük, 0 alındı. Qismətdə 1, yadda 1 qaldı. Bax 1, 1, 1, 3 elədi. Yadda da 1 qalmışdı, düzdürmü? Elədi 4. 4-ü 2-yə böləndə qalıqda 0 qalır. Qismətdə 2, yəni yadda qaldı 2. 0, 0, 1 eləyir 1. Yadda 2 qalmışdı 3. 3-ü 2-yə böləndə biz nə edirik? Deməli, qalıqda da 1 qalır, qismətdə də 1 qalır. 1, 1, 1 eləyir 3, yadda 1 qalmışdı 4. Deməli, nə edirik? 4-dürsə əgər 4-ü 2-yə bölürük, qalır 0. İndi götürüb buraya 2 yaza bilmərəm ki. Yəni 4-ü 2-yə böləndə 0 qalır, qismətdə 2. Təzədən o 2 var ha, qismətdəki 2-ni. Onu da 2-yə bölürəm. 2-ni 2-yə böləndə qalır 0, əvvələ də 1 atırıq. Bu formada açılış, yəni bu formada toplamaq olar. İrəlidə belə suallar olsa, yenə də izah eləyəcəm sizlərə. Say sisteminin rəqəmləri artan sıra ilə verilmişdir. Bu say sistemində A və C rəqəminin cəmini 16-lıq say sistemində təsvir etmək lazımdır. Deməli 0, 1, 2, 3, A, B, C, D olarsa bu say sistemində A və C rəqəminin 16-lıq ifadəsini tapaq. Demək, A bu hissəyə yazdıq 8, üstə gəl C 8. Təbii ki, sıfırdan başlayacağımız onluq say sisteminə çevirməliyik. Zaten 0, 1, 2, 3, ondan sonra 4, 5, 6, 7 verilibsə, 3-dən sonra onluq say sistemində gəlir 4, yəni A-nın qiyməti alacaq 4. C-nin qiyməti də deməli A 4-dür, B 5-dir, C-nin də qiyməti 6-dır zaten. Sırayla geçsək, C-nin də qiyməti 6-dır və biz bu ifadələri onluq say sistemində toplasaq, bu bizə verir 10, amma 16-lıq say sistemindən istəyir. 16-lıq say sistemində də 10A rəqəmini verir bizə. Demək düzgün cavab.
Olur C variantı. Zaten bu 8'lik say sisteminin rəqəmləridir, onsuz da. 25 sinifdə ümumi 43 ədədi, amma 8'lik say sistemində bu qədər şagird var, bu qədər qızlı neçə oğlan var? Cavabı 16'lıq say sistemində təsvir eləyin. Oğlanların sayını tapıb 16'lığa çevirəcəyik. Onluq say sisteminə çevirsək, 4 3 8'likdə 0 1 formasında nömrələdim. 4'ü vururam 8 üstü 1, üstəgəl 3'ü vururam 8 üstü 0-a. Və bu da bizə 32 üstəgəl 3, 35'i verir onluq say sistemində. Və verilmiş ikilik say sistemindəki ədədi onluğa çevirmək üçün mən 2'nin qüvvətlərindən istifadə edəcəm. 2 üstü 0-dan düzürəm hara qədər gücüm çatırsa. 1, 2, 4, 8, 16. 0'ın üstündəkini silək, 1'lərin üstündəkini toplayaq. 16, 4, 2, 1 bu bizə verir 23'ü. Yəni sinifdə 23 qız şagird var. İndi 35 ümumi idi. Əgər sinifdə 23 qız şagird varsa, 35-dən çıxaq 23'ü bu bizə versin 12 onluq say sistemində. Bu oldu oğlanların sayı. Lakin bizdən onluqda yox, bizdən istəyir bunu 16'lıq say sistemində. 12 də 16'lıqda C rəqəmi ifadə edir. Demək, variant A. Sinifin 20%-ni əla qiymətlərlə oxuyan bu sayda şagird var. Onluq say sistemində ifadə edin ümumiləri. Belə eləyək, ikilik say sistemində verilmiş ədədi onluğa çevirək. 1, 2, 4, 8 yazırıq bu hissədən. Sıfırların üstünü silib, birlərin üstündəkini toplayanda bu bizə 10 verir. Yəni sinifin 20%-i əla qiymətlərlə oxuyan 10 ədədinə uyğundur. Bizdən də ümumi sinfi soruşur. Yəni 100% nəyə bərabərdir? Və biz də x-i tapmalıyıq. X bərabərdir buradan 50-yə. Necə burada demək 20-ni 2-yə bölüb 10 alıbsa, biz də elə bir 100% 2-yə böləndə 50 alarıq. Və ya vurub bölmək də olar. 100 vurulsun 10 bölə 20 50 eləyir. 50 ümumi şagird sayı var. Keçdik 27-ci suala. Nə deyir bizdən? Nəticəsini ikilik say sistemində təsvir eləmək lazımdır. Deməli, onun qüvvətində 3 verib, onun qüvvətində 2 verib, onun qüvvətində 0 verib. Və biz bunu ikilik say sisteminə çevirməliyik. O zaman gəlin biz belə eləyək. Başlayaq. Hamısı onluq əsasda olduğu üçün, baxın ədədlərin, elə biz onluq say sistemindəki bu ədədin yazılışını eləyə bilərik. Bax, 0, 1, 2, 3. Deməli, 10 üstü 3'ün yanında biz 3 yazmışıq, 3'ə vurmuşuq. Ona görə bura düşür 3. 10 üstü 2'ni 2'yə vurmuşuq. Ona görə bu hissəyə yazırıq 2. 10 üstü 1 yoxdur. Yəni nəyəsə vurmamışıq. Deməli 0'dır. 10 üstü 1'in nəyəsə vurması. Bura 0 yazırıq və 10 üstü 0'ı da 5'ə vurmuşuq. Ona görə burada yazırıq 5. Yəni bu onluq ədəddir. Bu onluq ədədin asılışını yazsa, bu formada olacaq da. 3'ü vuracağıq 10 üstü 3'ə, 2'ni vuracağıq bu formadadır. Asılışı elə burada yazılışdır. Mən də onu ədəd kimi yazdım. İndi bu ədədi biz ikiliyə necə çevirək? 2'nin qüvvətlərinin cəmi şəklində göstərək. 3205'ə ən yaxın 2'nin qüvvəti 2048'dir. 2048 də 2 üstü 11'dir. 2 üstü 11. Üzərinə gələk 1024. 2 üstü 10'un. Gəlin kənarda toplayaq, görək nə qədər verir bizə. 2048 ilə biz 1024'ü toplayanda 3072 eləyər. Çox tez istifadə etdiyimiz ədədlərdən biridir. 3072. Yəni 3 vuraq 1024. 3072 bu elədir. İndi biz bunun üzərinə 256 gəlsək çox gedər. 128 gəlsək nə qədər verir? Bu bizə verir 3200'ü, düzdürmü? Ona görə 128 də gəldi. 2 üstü 7 də yazaq. Və bunun 5 vahid qalıb 3205'ə çatmaq üçün. Onu da biz 4 üstəgəl 1 kimi yaza bilərik. Yəni 4 2'nin üstü 2'dir. 1 də 2'nin üstü 0'dır. Və biz nə edəcəyik? 2 üstü 11, 2 üstü 10. Bu 2 dənə 2 üstü ifadələr hələ ki var. Dalbadal 1 gəlməlidir bizdə. A yanlışdır, 1 0 gəlib. 1-0 gəlib, C də yanlışdır. Bax, 2 üstü 9 yoxdur, görürsünüz, yazılışı bu hissədə yoxdur. 2 üstü 8 də yoxdur. 2 dənə 0 yazmalıyıq onda biz. Onda B variantı gedir. 2 üstü 9-dan 2 üstü 8 0 olmalıdır. D variantı da gedir. Bir dənə qalır Y variantı. Həqiqətən də yoxlayaq. Bax, 2 üstü 11, 2 üstü 10, 2 üstü 9 yoxdur, 2 üstü 8 də yoxdur. 2 üstü 7 varmı? Ona görə 1 yazıb. 2 üstü 2 var. Sondan başlasaq bu 2 üstü 0'ın yerinə yazılandı. 1. Bu da 2 üstü 2'nin yerinə yazılan. Düppədüz. Demək, Y variantı sualın düzgün cavabıdır. 28. İkilik say sistemində hansı ədəd böyükdür? Gəlin bax. Ümumiyyətlə rəqəmlərinin sayı hər hansısa birinin çoxdursa ən böyük odur. Birinci buna fikir verin. Yəni baxmayın ki, burada 5 dənə tutaq ki 1 olardı. Burada bir dənə 1, 5 dənə 6 rəqəm olardı. Burada 5-i də 1 olardı. Həmişə rəqəmlərinin sayı hansı çoxdursa, o zaman ən böyüyü odur. Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7 rəqəm var burada. 7 rəqəm.
Burada az rəqəmdir. Ona görə bunu silirəm. 1, 2, 3, 4, 5, 6. Digər 3 variantın hər üçündə 6 dənə rəqəm var. Yəni bunlar onsuz da 7 rəqəmdən kiçik olacaq. Demək bunlar səhvdir. Bir dənə A variantıdır. Hə, bu variantda da əgər 6 dənə rəqəm olsaydı, o zaman mən baxardım bir-bir. Yəni tutaq ki, burada da 0 olsaydı, indi tutaq ki deyirəm bu 0 yoxdur da, elə bilin 6 rəqəmdir. A, C, D, Y variantlarında. Onda biz nə edəcəyik? Onda biz sırayla bir-bir baxacağıq. Birinci rəqəmləri hamısı zaten 1-dir. İkinci rəqəmləri hamısında 0 olacaqdır. Üçüncü rəqəmlərinə baxın, burada 1-dir. Məsələn, A variantı buna görə silinəcəkdir, 0 idi deyə. Dördüncü rəqəmləri hansında 1-dir? Bunda 1-dir. Deməli, bu 0 silinəcəkdir. Sonra D ilə Y arasında qalanda da 5-ci rəqəm də burada 1-dir. Deməli, ən böyük Y variantı olacaq. Oldu. Amma birinci növbədə yenə deyirəm, rəqəmlərin sayı müxtəlifdirsə, ən çox rəqəm hansındadırsa, ən böyükdür. 29. Bu sayda A markalı, bu sayda B markalı, bu sayda C, bu sayda da D markalı var. Ümumi 63 bu sayda, yəni X say sistemində telefon var. Hansı say sistemində verilib və mağazada nə qədər telefon var? Zaten biz bir dənə yolumuz var, onluq say sisteminə çevirəcəyik. Deməli 30, yəni 30x üstəgəl A markalıdır bu. 21x üstəgəl 21x deyəndə əsası yəni x-dir. Sonra 5x və üstəgəl 4x bərabərdir ümumilikdə 63x. Nə edəcəyik? Hər birini onluğa çevirək. Onluğa çevirmənin də yolu buydu da. Yuxarısı nömrəli idi. 0,1 yazırdıq. Deməli 3 vurulsun x üstü 1. Yəni 3x üstəgəl. Zaten bu 0-ı yazmıram. 0,1 yazsaq 2 ilə 1-in üstünə 2x üstəgəl 1. Burada zaten 5'ti deyə 5 vurağı x üstü 0. Bu zaten 5'in özünü verir bizə. Üstə gəl. Bu da 4'dür. 4 vurulsun x üstü 0. Bu da bizə 4'ü verir. Bərabərdir. 6 ilə 3'ü də çevirək onluğa. 6 vuraq x üstü 1 eləyir 6x. Üstə gəl. 3 vuraq x üstü 0. Bu da 3 eləyir. 3x, 2x. Bu bizə 5x verdi. 1, 5, 4. Bu da bizə verdi. Deməli, neçəni? 10. Bərabərdir. 6x üstə gəl 3-ə. 6x-dan 5x çıxanda x qalır. Ondan da 3-ü çıxsaq 7 qalır. Demək, say sisteminin əsası 7-dir. Birinci bunu soruşurdu bizdən. Və mağazada deyir ki, nə qədər telefon var? Gəlin biz belə eləyək. Əgər say sistemini tapdıqsa 7. Bu qədər idi də, düzdürmü telefon? 6, 3, 7-lik say sistemində. Və 0, 1 yazırıq, 6-nı vururuq 7 üstü 1-ə. Yəni bu bizə verəcək 42-ni. Üstünə gəlirik 3 vurulsun 7 üstü 0, yəni 3-ü gəlirik. Bu da bizə 45-i verir. 7-lik say sistemində 45 dənə telefon, onluqda da bu qədər var. Demək, variant A variantı. Gəldik 30-cu suala. Deyir ki, bu ifadəni 8-lik say sistemində tapın, ifadə isə 16-lıq say sistemindədir. Nə edə bilərik? Əlbəttə ki, biz bu ədədlərin hər birini 2-lik say sisteminə çevirib, ondan sonra 8-lik say sisteminə də o yoldan qaytara bilərik. Bəs 16-lıqdan maraqlıdır. 2-lik say sisteminə sürətli keçidlər necə edim? Bax, biz burada neçə dənə rəqəm var? 1, 2, 3, 4 dənə rəqəm var, düzdürmü? 4 dəfə 1, 2, 4, 8 ədədlərini yazırıq. 1, 2, 4, 8. Mən sizə izah üçün deyirəm, qısa formada gedə bilərik. 1, 2, 4, 8. 1, 2, 4, 8 və burada yazın bir dənə 1, 2, 4, 8. Hələ ki ilk 4-ünü tapaq, sonra lazım olar o birisinə də keçərik. İndi f-in qarşılığı nə idi? 15 idi, düzdür? Biz bu rəqəmlərdən istifadə edərək 15 eləməliyik. İndi əlbət ikili say sistemindəki təbii ki rəqəmlərdəndir, 1 sıfırlardan. Bax biz burada 15-i almaq üçün hamısını toplamalıyıq da 8, 4, 2, 1. Demək hamısının altına 1 yazacağam. Bunlar oldu 4 dənə 1. Növbəti də f olduğu üçün yenə də mən 15-i almaq üçün f-in qarşılığı 15-dir. Biz 8, 4, 2, 1-i toplamalıyıq. Onda bunların da altına yazıram 1. Düzdürmü? Növbəti dəfə A-dır. A-nın qiyməti nədir bizdə? 10-dur, düzdürmü? Biz 8-dən 2-ni toplayanda 10 alarıq da. Yəni bura yazıram 1, 2-nin altına yazıram 1, qalanlarına 0 yazıram. İstifadə etmədim. Və zaten 4 rəqəmdir. Mən 4 dənə yazsam bəs idi. 5-ci haradan çıxdı? Hə, bir də C lazımdır. C-nin də qiyməti bizdə 12-dir. 12-ni almaq üçün 8 ilə 4-ü toplayaram, digərlərindən istifadə etmərəm. Bu oldu 16-lıq say sistemindəki ədədin ikilikdəki qarşılığı. Və biz indi 8-liyə çevirəndə nə edirdik? Bax, ikilikdəki ədədi 8-liyə çevirən zaman 3-3 ayırmalıyıq. 3-3. İkilikdən 8-liyə çevirən zaman 3-3 ayırırıq. Sondan başlayaraq 3-3 ayırırıq. Və gəlin indi biz belə eləyək. Day bunu silə bilərəm mən. Ehtiyacım yoxdur da tapdım. 8, 4, 2, 1-i silirəm. İndi isə 3-3 ayırıram. Sondan başlayaraq. 3 ayırdım. 1, 2. Buradan 3 ayırdım. Buradan da 3 ayırdım. Bu 1-i yazın bura. Xətt üst-üstə düşdü. Hə. İndi biz nə etməliyik? Bura qədər 3 ayırdım. Buradan da bura bir dənə 3 ayırdım. Bax,
Biz 1, 2, 4 yazmalıyıq artıq. 8-liyə çevirən zaman 3-ü sayırandan sonra. 1, 2, 4 yazdıq. Zaten burada toplayanda bir dənə 4 qalır da. Yəni sıfırları silirik onsuz da. Bir dənə 4 qaldı. Buraya yazıram 4. Yenə də 1, 2, 4 yazıram. Burada sıfırı silirəm. 4 ilə 1-in cəmi eləyir 5. Burada 1, 2, 4 yazıram. Sıfırın üstündən xətt çəkib 4 ilə 2-ni toplayıram 6. 1, 2, 4 yazıram. Toplamı eləyir. Hamısı 1 olduğu üçün 7. 1, 2, 4 yazırıq və bu da bizə verir 7-ni. Bir dənə də bura 1 yazıram, bir dənə rəqəmdir. Əvvəlinə 0 ata bilərsiniz, ha, 2, 4 yaza bilərsiniz. Zaten 0 hesablanmır deyə 1 yazdım və bu da düşür əvvələ. 1, 7, 7, 6, 5, 4. Harada var? D variantında var belə bir cavabımız. Bu da oldu D variantı. 16-lıqdan 8-liyə birbaşa keçid yoxdur. İkilik say sisteminə çevirib, ondan sonra isə 3-3 bölərək 8-liyə çevirə bilərsiniz. Hesablama 8'lik say sistemində aparılmışdır. Hansı? Gəlin baxaq. 45 üstəgəl 17. Mən 8'lik say sistemində toplamanı istədiyim. Bax 45 ilə 17-ni toplayırıq. Düzdürmü biz? 5 ilə 7-nin cəmi normalda bizə neçə verir? 12 verir, düzdürmü? Bax biz bura 2 yazıb normal onluq say sistemində hesablamanı deyirəm. Yadda biri də verirdi, bu bizə verirdi 62. Lakin 8'lik say sistemində toplayan zaman biz ədədləri toplayırıq 5 ilə 7-ni. Bu 8-i keçdirsə 5 ilə 7-nin cəmi 12 eləyir, düzdürmü? Kənardan yazıram. 12 8-i keçirdə biz onda 12-ni 8-ə bölürük. Aldığımız qalığı bura yazırıq, qisməti yadda saxlayırıq. 12-ni 8-ə böləndə nə verir bizə? Qalıqda 4 verir, düzdürmü? Bu bura yazıram 4, yadda qaldı 1. İndi 4 ilə 1-in cəmi bizə nə verir? 5. Yadda da 1 qalmışdı. Bəli, 6. Demək, həqiqətən də 45 üstəgəl 17 toplasaq, biz 8-lik say sistemində toplasaq, həqiqətən də biz alarıq 6, 4, 8-lik say sistemində. B sualın düzgün cavabı, bax, A variantı olmuş olacaqdır. Yəni, bunun da əsası 8, bunun da əsası 8, bunun da əsası 8 olmuş olacaq. Bir dənəsini də yoxlayaq. Bir dənəsini də yoxlayaq. Məsələn, elə ikincini yoxlayaq. 52, 88. Yəni, niyə səhv olduğunu yoxlayaq. 52 üstəgəl 88. Bax, 2 ilə 8-in cəmi 10 eləyir, hə? Yenə deyirəm, 0 yaza bilmərik, ya 8-ə bölməliyik biz onu. Onu 8-ə böləndə qalıqda qalır 2, qismətdə qaldı 1. 5 ilə 8-in cəmi eləyir 13. Yadda da 1 vardı, 14. İndi 14 yaza bilmərik, axı 14-ü 8-ə bölürük. Qalıqda qalır 6, qismətdə qalır 1. Demək, bu 162 verməliymiş. Və yaxud da növbətisini yoxlayaq. Növbətisini yoxlayaq. 37 üstəgəl 25-i. 37 üstəgəl 25. Bax, 7 ilə 5-in cəmi nə verir? Verir 12-ni. 12-ni 8-ə böləndə burada qalıqda qalır 4, qismətdə qaldı 1. 3 ilə 2-nin cəmi 5, yadda da 1 var idi, o da eləyir 6. Demək, 64 eləməliydik. Buna görə bu variantda yanlış. Yəni, bu formada biz sualın düzgün cavabını tapa bilərik. Onluq say sistemində 2, 7 ədədini ikilik say sisteminə göstərin. 27, demək 2 üstü 4, 16 üstəgəl 2 üstü 3, elədi 24, üstəgəl 2 üstü 1, üstəgəl 2 üstü 0. Yəni 16 üstəgəl, 8 üstəgəl, 4 üstəgəl, çox getmədik. Məncə çox getdik. 2 üstü 3 yazsaq, eləyər 24, 4 olmamalıdır. 2 olmalıdır burada. Eləsin bu demək bizdə 26 üstəgəl 1 düppədüz. 2 üstü 4 1'dir. 2 üstü 3 1'dir. 2 üstü 2 yoxdur. 0. 2 üstü 1 var. 2 üstü 0 da var. 1, 1, 0, 1, 1. Elə variantı sualın doğru cavabıdır. Və yaxud da 27-ni 2-yə bölə-bölə gedib sualın cavabını tapa bilərsiniz. 15 ədədin ikilik say sistemində göstərin. Yəni, məncə məşhur ədəddir 15. Hamınız bilirsiniz ki, bu F rəqəmidir. Yəni, F ikilik say sistemində 4 dənə 1-dir də. Və yaxud da 2 üstü 3, üstəgəl 2 üstü 2, üstəgəl 2 üstü 1, üstəgəl 2 üstü 0. Bax, bu 15 ədədinin ikilik qüvvətlər formasında göstərilməsidir. 3-dən 0-a qədər bütün qüvvətlər var deyə 4 dənə 1 axtarırıq. Y variantında var. Gəldi bir növbəti sualımıza. 8-lik say sistemində yazılmış ədədin hər biri neçə ikilik rəqəm uyğun gəlir? Bayaqlar nə demişdik? 16-lıq say sistemindəki hansısa bir ədəd, özümdən yazıram, A rəqəmi, ikilikdəki 4 dənə rəqəmə bərabərdir. 4 dənə rəqəmə. 8-lik deyirsə, 8-lik. İkilikdəki 3 rəqəmə bərabərdir. 3 rəqəm. O da Y variantı. 8-likdəki hər hansısa bir rəqəm ikilikdəki 3 rəqəmi ifadə edir. İkilik say sistemində bu ədədin onluq say sistemindəki yazılışını göstərin. 2-nin qüvvətlərini düzürəm sondan başlayaraq. 1, 2, 4, 8, 16. Zaten biz bunları toplayanda 31 almış olarıq. 16, 8, 4. Bu bizə verir deməli 28-i üstünə düz gələndə 31. A variantı düzgün cavabımızdır.
36 AB 16-lıq ədədin onluq say sistemində göstərin. AB 16-lıqda. Demək 0, 1 yazdıq, nömrələdik. A-nın qarşılığı 10-dur. 10 vurulsun 16 üstü 1. B-nin qarşılığı 11-dir. 11 vurulsun 16 üstü 0. Bu da 160 üstəgəl 11 verir. 171. Yəni C variantı. Bu ifadəni onluq say sistemində hesablayın. Hesablayaq. İkilik say sistemindəki ədədi onluğa çevirmək üçün 2-nin qüvvətlərini yazıram. Hamısı 1 olduğu üçün 4, 2, 1-i topladım. Bu 7 verdi. 16-lıq say sistemindəki 7 elə onluq say sistemindəki 7 deməkdir. Bura yazdım 7. F 15 deməkdir onluqda. Bura yazdım 15 və bir də zaten ikilikdəki 1 ilə onluqdakı 1-dir. Toplayanda bunları bu bizə verir 30. Onluq say sistemində topladıq, aldıq 30. A1 nəsə yenə onluq say sistemi deyir. Hə, tamam hesablayaq o zaman. Əvvəlcə A1 16-lıqdakı ədədini çevirək. Onluğa 0, 1 yazdıq. 1-i onu 16 üstü 1-ə vururuq. Üstünə 1 gəlirik. 1 vurulsun 16 üstü 0 yəni. Bu da bizə 161 verir. Okey, bunu yazdıq. 1, 2, 4, 8 yazıb sıfırları silib. 8 ilə 1-i toplayıram. Eləyir 9. Deməli, üstünə 9 gələcək. Və son olaraq da A-Y yox, 1Y rəqəmləri. 1Y rəqəmləri verilib 16-lıq say sistemində 0, 1 yazdıq. 1-i 16 üstü 1-ə vurduq. Üzərinə Y-nin də qiyməti 14-dür. 14 vuraq, 16 üstü 0 yazdıq. Bu da bizə verir 16 üstəgəl 14, yəni 30-u. Toplayaq 161 üstəgəl 9 üstəgəl 30. Bu da bizə verir 200. D variantı. Növbəti sual. 39 onluq say sistemində 161 ədədin 16-lıq say sistemində göstərin. 161 bölünsün, deməli 16. Onluqdakı ədədi 16-lığa çevirən zaman 16-ya bölməliyik. Bu da bizə verir neçəni? 10 dəfə qalar da, düzdürmü? 160, 160 da çıxanda qalır 1. İndi 10 yaza bilmərik, A yazırıq və 1-i də yanına atırıq, A1. Düzgün cavabımız olacaq, deməli, A variantı. Burada bəzən tələbələr 161-i 16-ya böləndə belə bir xəta eləyirlər. Deyir müəllim, 16-nın içərisində 16 bir dəfə, 16-dan 16-nı çıxdım və bura 0 düşdü, bura 1 düşdü. Mən də 1, 0, 1 yazdım, B variantı aldım. Əlbəttə yanlışdır. Yəni 161-in içərisində 16 bir dəfə yox, 10 dəfə qalır. Ona görə bölmədə çalışın, xəta etməyəsiniz. 40-cı sualımıza gəldik. 5F 16-lıq ədədin onluq say sistemində göstərin. Deməli 5F 16-lıqda 0, 1 yazdıq. Nömrələdik. 5-i vururuq 16 üstü 1-ə. Üzərinə gəlirik. F də 15-dir. 15 vurulsun 16 üstü 0-a. Bu da bizə 80 üstəgəl 15 verir. Bu da bizə 95 verir. Demək 95 düzgün cavabımız olacaq. Oldu 40-cı sual. İndi isə davam edirik 41-ci sual ilə. 41-ci sualda AC 16-lıq ədədinin onluq say sisteminə çevirməyini istəyir. Bayaq qeyd elədiyimiz kimi 0, 1 yazırıq və A-nın qiyməti 10, 16 üstü 1-ə vurub üzərinə C, yəni 12 vurulsun 16 üstü 0 əlavə edirik. Bu da 160 üstəgəl 12, 172 eləyər. Yəni C variantı, B variantı olacaq. 42 onluq say sistemində verilmiş ədədi 23 ədədini ikilik say sisteminə çevirin. Demək biz nə edərik? 2-nin qüvvətləri formasında 2-nin üstü 4 üstəgəl, deməli 2 üstü 2 20 eləyər və üzərinə də gəlirik. Deməli 2 üstü 1 üstü 2 üstü 0. 23 aldıq. 16, 4, 2, 1. İndi 1 yazırıq, 2 üstü 3 yoxdur, 0 yazırıq, 2 üstü 2 var, 2 üstü 1 də var, 2 üstü 0 da var. 1, 0, 4, 3 dənə də 1. C variantı. Və yaxud yenə deyirəm, 23-ü 2-yə bölə-bölə gedib cavabı taparız. İkilik say sistemindəki ədəd onluq say sistemində göstərin. Bu dəfə isə əksinə 2-nin qüvvətlərini yazıram. 1, 2, 4, 8 və sırada da 16 var. Sıfırların üzərindən xətt çəkirik. 16, 4, 2 bu bizə 22-ni verər. D variantında var. 44 16-lıq say sistemindəki verilmiş bu ədədi onluq say sisteminə çevirməyimizi istəyir. 0, 1, 2 yazırıq. Deməli 1-i vururuq 16 üstü 2-yə, üzərinə gəlirik. A 10 vurulsun 16 üstü 1, üstəgəl 12, yəni C 16 üstü 0-a vurulur. 256 üstəgəl 160, üstəgəl 12. Bu da bizə verəcək 428-i. Yəni B variantı.
45 45 16-lıq ədədin onluq say sistemində göstərin. Gəlin elə buradan yazaq. 0 1 yazdıq. 4-ü vururuq 16 üstü 1-ə. Üzərinə gəlirik. 5 vurulsun 16 üstü 0. O da bizə verir 64 üstəgəl 5. 69. Onluq say sistemində. Yəni A variantı. 46 16 say sistemində verilmiş 10 ədədin ikili say sistemində göstərin. Yəni bu 16-lıqda verilir. Bax 10 deyil, 1 0 16-lıqda ədədidir. Və indi biz nə edək? Əlbəttə biz bunu ikilik say sisteminə çevirmək üçün onluq say sisteminə çevirə bilərik. Onluq say sisteminə çevirəndə 0 1 yazıb 1 vurulsun 16 üstü 1 eləyir elə 16-nın özü onluq say sistemində. Və biz də bunu 16 2 üstü 4 daxı. Düzdürmü? İkili say sistemində yazılışı nə cür olur? Bir dənə 1 yazırıq, 4 dənə də 0 yazırıq. 4 dənə də 0 yazırıq. Bundan da sualımız bitmiş olur. 1, 4 dənə 0, 3 dənə yazdım. A variantı. Başqa nə cür əldə etmək olar? İrəlidəki suallar üçün deyirəm sizlərə. Onluq say sistemində əgər 2 rəqəm verilibsə, 2 dəfə 1, 2, 4, 8 yazın. Bax, 2 rəqəm verilibsə, yenə deyirəm. 2 dəfə 1, 2, 4, 8 yazırsınız. Yəni 8, 4, 2, 1 də deyə bilərik. Bax, biz bu sıfırı, sonuncu rəqəm olan sıfırı almaq üçün gərək bunların hamısı sıfır olsun da. Yəni heç nəyə toplamalı deyirik sıfır alma. Hamısı sıfır olsun. Buradakı 1-i almaq üçün isə əlbəttə ki, bir dənə bura 1 yazmalıyıq. Zaten bura 0 yazmağımızın mənası yoxdur. Variantda 0 ilə başlayan ədədlər yoxdur. Yəni ona görə birinci rəqəmin əvvəlinə 0 artırmasaq da olar. Nə qaldı? Bir dənə 1 qaldı, 4 dənə də 0 qaldı. Yenə də A variantımız sualın düzgün cavabı olacaq. 47. Bu 16-lıq ədədin onluq say sisteminə çevirin. Bax, indi mən bunu onluq say sisteminə çevirirsəm, 0, 1, 2 yazıram. 0, 1, 2. 1-i vururam 16-nın kvadratına. 1 vurulsun 16 üstü 2. Zaten digərləri 0-dır deyə əldə etmirik. Bu da bizə 256 verir. Yəni D variantı. Gəldik növbəti sualımıza. Növbəti sual hansı idi? Bir saniyə. Hı -hı. Növbəti sualımız 48-ci sualdır. 1A 16-lıq ədədin onluq say sistemində bu dəfə göstərmək lazımdır. Demək belə 0 1 yazdıq. 1 vurulsun 16 üstü 1 üstə gəl. A da 10-dur. 10 vurulsun 16 üstü 0. Bu da bizə 26-nı verər. Yəni B variantı. 49 ədədlərdən hansı böyükdür? Demək biz ilk öncə gəlin hamısını onluğa çevirək. 4 1 16-lıqdadır. 0 1 yazsaq 4 vurulsun 16 üstü 1 üstə gəl 1 vurulsun 16 üstü 0. Bu bizə verir 65-i onluqda. Onluqda 65 varımızdır. Deməli 1-i 16 üstü. Zaten bunu hesablamasaq da olar. Çünki baxın, birinci rəqəm 4-dür, birinci rəqəm 1-dir. İkisi də 16-lıq say sistemində. Yəni onda bu 1 ilə başlayan daha kiçik olacaq. Bunu hesablamasaq da olar. Hə, indi 65 almışıqsa, ən böyüyü soruşursa, bizdə onluq say sistemində 81-imiz var da zaten. Deməli, bunu da silə bilərik A variantında. 65-dən böyük deyil. Hələ ki, C variantı ən böyükdür. 5 0 16-lıqda. Biz bunu onluğa çevirəndə 80 alacağıq. Çünki bax 0 1 yazsam, 5 vurulsun 16 üstü 1 üstə gəl 0. Yəni bu da 80 eləyir. Demək D variantı da yanlışdır. Y variantı da ümumiyyətlə. Çünki bax onluğa çevirsəm 1 2 4 8 yazıram. Bu heç nəyin ki 80 heç. Demək olar ki, neçə alınır burada? 12 alınır. Bu da verir 12 bizə. Ən böyük hansıdır? C variantıdır ən böyük. Bu qədər. İfadələrdən hansı doğrudur? Demək, 75 onluqda bu ədəddən böyükdürmü? Gəlin yazaq. 1, 2, 4, 8, 16, 32 və 64. Sıfırları silsək, sıfırları silsək. Bura 64-dür, bura 16 idi, keçdi. 75-dən keçdi, deməli səhvdir bu. Sağ tərəfdəki ədəd böyükdür. Növbəti, deməli 4B, 4B 16-lıqdadır. 0 1 yazsaq, 4 vurulsun 16 üstü 1, üstə gəl, B-nin də qiyməti 11-dir. Bu bizə verir 75-i. 75 75-dən böyük deyil. Deməli B variantı da yanlışdır. Zaten bunların hamısı 4B olduğu üçün hamısına 75 yaza bilərik də. Y variantı da səhvdir. Çünki yenə də 75 75-dən böyük deyil. Bunu da sildik. Sonunda növbətçisinə baxaq. Bu ədədi bax tam açılışını yazaq da 1, 2, 4, 8, 16, 32 və 64. Bax sıfırları sildik buradan. Sıfırları sildik. 64, 8, 2, 1. 75 eləyir, düzdürmü? Bu da 75 idi də. Bayaq açılışında deyil, burada yazmışam. 75, 75-ə bərabər. Demək düzgün cavabımız D variantı.
Onluq say sistemində verilmiş 130 ədədini ikilik say sistemində göstərin. Ən bəsit yolla belə deyim sizə. 2-yə böləcədə də bilərsiniz. Amma 130, 128. Yəni 2 üstü 7 üstəgəl 2 üstü 1 ifadəsi də 130. 128 üstəgəl 2 deməkdir, düzdür? Və biz də bunu necə yazırıq rahatlıqla? Ən böyük qüvvət 7-dirsə, demək biz 0-dan 7-yə qədər nömrələməliyik. Bunu variantlarla da test tapa bilərdik. Mən izah edirəm deyə. Deməli, ən böyük qüvvət 7-dir. Ona görə bura 1 yazırıq. Çünki 2 üstü 7 var. Bir də 2 üstü 1 var. Yəni 1-in altına 1 yazırıq. Qalanları yoxdur deyə hamısına 0 düşür. Bu da A variantında yoxdur. C-də də yoxdur, D-də də, Y-də də. Bir dənə B variantı bizim açılışa uyğun gəlir. 1024 ikilik say sistemində yazılarsa 0 rəqəminin sayını müəyyən edin. Ümumiyyətlə 1024 ədədi 2 üstü 10 deməkdir, düzdürmü? 2 üstü 10 ədədidir, onluq ədəd. Yadınızda saxlayın. Bax bunu bir qayda kimi deyirəm. Yalnız bu sual üçün yox. 2 üstü n onluq ədədinin 2 üstü n onluq ədədinin ikilik say sistemindəki yazılışında ikilikdəki yazılışı. Sizdən sıfır sayı soruşsa, hər zaman n qədərdir. İkilikdəki yazılışında n qədər sıfır var. N qədər sıfır var. Bir dənə də 1 var. Bax, 2 üstü 10 demir. Amma belə deyəcəm. 10 dənə 0 var. 2-nin qüvvətindəki 10 dənə 0 var. Hər zaman bir dənə 1 var. Bir dənə 1. Belə yazım 1. Oldu mu? Bizdə 0 sayını soruşur 10 dənə. 2 üstü 70 desəydi, 70 dənə 0 olacaq. 53 bərabərliklərin sol tərəfi onluq say sistemində ifadə edilmişdir. Sağ tərəfləri hansı say sistemində olduğunu müəyyən edin. Deməli, bərabərliklərin sol tərəfi. 5 ilə 8 onluq say sistemindədir. 16 alıb. Gəl onu da belə eləyək də bizdə. 16 almaq üçün biz bura x yazaq. Çünki bilmirik bu hansı say sistemindədir. Onda belə eləyirəm. 5 üstəgə 8 bərabərdir. Onluğa çevirsəm 0, 1 yazıram. X üstəgəl 6 qalır. Yəni 1, 6, x yazsaq, 0, 1 yazsaq, 1 vurulsun x üstü 1, x edir, üstünə 6 gəlirik. Buradan da tapıram ki, x bərabərdir. 13-dən 6 çıxsaq nə qalır? 7 qalır. X-in qiyməti 7-dir. Gəlin indi yoxlayaq digərində də. 2 vurulsun 6. Yəni 2 vuraq 6 onluqdadır zaten. Bu da x-dir də indeksində, düzdürmü? Deməli, 15x-i çevirsəm 0, 1 yazıram. X üstəgəl 5 qalır bizdə. Deməli, 12 bərabərdir x üstəgəl 5-ə, x də bərabərdir 7-yə. Demək, sualın cavabı 7-dir. 3 dənə nümunəni niyə qoyublar bilmirəm. Hər halda isbat üçün qoyublar da, yəni. Demək, düzgün cavabımız 7-dir. Bunlar onluqdadır deyə, bunlarla işimiz yoxdur. Normal onluqdakı kimi toplayırıq. Əsas işimiz budur. Sağ tərəfimizi bilmirik hansı say sistemində, ona görə indeksini x yazırıq. 230 ədədini 16-lıq say sistemində göstərək. 230-u bölək 16-ya. Neçə dəfə qalar? 16 dəfə qalmaz. Deməli, 15 dəfə, 13 dəfə məncə eləyər. 16-nı deməli 3-ə vursaq, 3-ü 6-ya vururuq. Bizə verir deməli. Neçəni verir bu? Bir 256-dan çıxaq 32-ni də. Burada qalar 4, 224. 224 çıxaq. 224 mü yoxsa? 220 qalar. Sadəcə bu 3-ü silək 4 eləyək. 14 dəfə qalar. 14 dəfə. 220 deməli 4 çıxaq. Bu da qalsın 6. İndi 14 16-lıq say sistemində necə ifadə olunurdu? Y ilə 6 da zaten 6-dır. Demək, Y6 formasında yazmış olar. Bu qədər. E variantı. Növbəti suallarımıza baxaq. Aha. 55-ci sualımız. A, B, C, D simvolları uyğun olaraq CABD ilə ardıcıllığı formasında kodlaşdırılarsa 16-lıq say sistemində necə olar? Diqqətli olun, burada uyğun olaraq deyirsə, yəni A-nın qiyməti 1, 0, 0-dır, uyğun olaraq. Yəni ardıcıl B-nin qiyməti budur, bu C-dir, bu da D-dir. Gəlin onda ardıcıllıqla yazaq. Əvvəlcə C-nin qiymətini istəyir. C bizdə bu idi, A budur, B budur, D də budur. C-nin qiymətini istəyirsə, deməli 110 yazdıq. Davam edirik. A-nın qiymətini istəyir 100 yazdıq. Sonra isə B-nin qiymətini istəyir 101. Daha sonra D-nin qiyməti 1, 1, 1. 3 dənə 1 yazdıq. İkilik say sistemində budur. Özü deyir ki, ikilik ədədlərdir. 16-lığa çevirən zaman biz 4, 4 bölməli idik. Bax, 4, 4 bölürəm. Bura yazdım. 1 xət qoydum. 1, 2, 3, 4. Bura növbətçisini qoydum. Növbət 4-lükdə alındı.
1, 2, 4, 8 yazıb bunları toplayıram. 1, 2, 4, 8 yazdım. Hamısı 1 olduğu üçün hamısını toplayıram. 8, 4, 2, 1'i 15 eləyir. Onda qarşılığı F-dir. Bura 1, 2, 4, 8 yazdım. Sıfırların üzərindən xətt. 1-in üstündə 2 qaldı. 2-ni yazıram aşağı. 1, 2, 4, 8. Sıfırın üzərindən xətt. 8, 4, 1 eləyir 13. Qarşılığı da D-dir. Deməli, ardıcıllıqla D, 2, F 16-lıqda alınmış olacaq. Yəni A variantı. İfadənin doğru olduğu ən kiçik say sistemindəki ən böyük rəqəmli ədədi ikili say sisteminə çevirin. Ümumiyyətlə, bu ifadəni biz həll eləsək, sol tərəflə sağ tərəfin bir-birinə bərabər olduğunu görəcəyik. Bir dənə yazım sizə. 4-1x, yəni bunu onluğa çevirəndə 0-1 yazsaq, 4x üstəgəl 1 eləyir. 0-1 yazsaq, 3-6x-i onluğa çevirsək, o da eləyir 3x üstəgəl 6. Və 77-də də 0-1 yazsaq, 7x üstəgəl 7 alınır. Bəzi tələbələr bura qədər yazır. Deyir, müəllim, burada 7x alındı, üstəgəl 7. Sağ tərəfdə də zaten eyni şeydir. Bəs onda nə edək? Zaten bu sizə nə deyir? Ən kiçik əsaslı say sistemi. Bu necə tapacaqsınız siz? Misalda ən böyük rəqəmə baxın. Ən böyük rəqəm hansıdır misalda? 7-dir, düzdür? Deməli 7 hansı say sistemlərində var? 10-luqda, 16-lıqda və s. Amma ən kiçik deyir. Ən kiçik 8-lik say sistemidir. Yəni 7 7-lik say sistemində ola bilməz. Ona görə 8-lik say sistemi ən kiçik say sistemi kimi götürürük, oldumu? 8-lik say sistemindən söhbət gedirmiş. Ən kiçik əsaslı say sistemi dedikdə 8-liyi nəzərdə tutulmuş. Və 8-lik say sistemində ən böyük rəqəmli ədəd elə 7 7-dir. Ən böyük rəqəm 7 olduğu üçün ən böyük rəqəmli ədəd 8-likdə 7 7-dir. Və siz bunu ikilik say sistemində təsvir eləməlisiniz. Siz 77-ni 2-yə bölməli deyirsiniz, ha, qətiyyən. O onluqdakı ədəd olsaydı olardı. Biz bunu onluğa çevirsək və yaxud birbaşa da çevirə bilərik. Əgər 8-likdə 2 dənə rəqəm varsa, 2 dəfə 1 2 4 yazın. 2 dəfə 1 2 4 yazırsınız. Və indi biz bu 7-ni necə ala bilərik? Üçünü də cəmləməliyik də bunların 4 2 1-in. Ona görə hamısının altına 1. Burada da həmçinin 7 olduğu üçün hamısının altına 1. 6 dənə 1 alınacaq. 6 dənə 1 alındığı D variantıdır. Və ya siz sualda bu 8-lik say sistemini tapandan sonra siz bu ifadəni onluğa çevirərdiniz. Onluqdan 2-yə bölə-bölə gedərdiniz. Yenə də eyni şeyi almış olacaqsınız. Demək, o zaman bu cümləni yadda saxlayırıq. 16-lıq say sistemində verilmiş hansısa bir rəqəm ikilikdə 4 bit yer tutur. Ə, Yəni ikilikdəki 4 rəqəmə müvafiqdir. 8-likdəki hər hansısa bir rəqəm, ikilikdəki 3 rəqəmə. Ona görə mən 16-lığa çevirəndə 1 2 4 8 yazıram. 8-likdən ikiliyə çevirəndə isə 3 rəqəm uyğundur deyə 2-nin qüvvətlərini 4 2 1 bu formada yazır. Ən kiçik ədədi göstərin, göstərək. Birinci növbədə biz buradan 17-ni silməliyik. Niyə görə? Çünki S-nin qiyməti onluqda zaten bizdə 12-dir. Ona görə 12 17-dən kiçikdir. B-ni silək. Bunu onluğa çevirsəm mən 1, 2, 4, 8, 16. Zaten bu 16 var deyə toplamı deyim də sizə 18 eləyir bu. 18 eləyirsə deməli bu da ən kiçik deyil. 2, 4, 8-lik say sistemində biz bunu onluğa çevirsək 0, 1 yazsaq 2 vuraq 8 üstü 1 üstəgəl 4. Bu da bizə verər 20-ni. Deməli bu da ən kiçik deyil. Zaten bu da ən kiçik ola bilməz. Çünki 1, 2, 4, 8, 16 yazsaq bu da bizə 19 verir. Ən kiçik S-dir. Yəni 12-dir. Ən böyük ədədi göstərin burada. Ən böyük ədədimiz deməli, burada 3, 1, 8-lik say sistemində olan 0, 1 yazdıq. 3 vurulsun 8 üstü 1, 1 eləyir 24. Üstünə 1 gələndə bunun qarşılığı oldu 25. 25. Onda 24-ü silirik. Bu ən kiçik deyil. Bu 16-lıq ədədi biz onluğa çevirəndə 0, 1 yazırıq. 1 vuraq 16 üstü 1 eləyir 16. Üstünə də 6 gəlirik eləyir 22. Deməli 22 də ən böyük deyil. Çünki 25-imiz var. Daha sonra biz baxsaq bu ədədlərə, bu ədədlərdən də heç biri 25-i keçməyəcək. Niyə görə? Çünki baxın, zaten bunu silə bilərik D variantını. Çünki aşağıdakı daha böyükdür. Görürsünüz, 1 burada gəlib yüksək mərtəbədə dayanıb. Buradakı kimi axırda dayanmayıb. Biz bu ədədi çevirsək 1, 2, 4, 8, 16 yazsaq, bu da bizə 20-ni verəcək onluq say sistemində. Demək, onda ən böyük elə C variantındakı 25. Bu ədədi 8-lik say sistemində ifadə etmək lazımdır. Bir daha deyirəm, siz belə eləyə bilərsiniz. Bax, 16-lıqdakı ədədi çevirərsiniz onluğa və onluqdan da 8-lik say sisteminə çevirə bilərsiniz. Heç bir problem yoxdur. Amma siz bunu ikiliyə, ikilikdən 8-liyə də çevirə bilərsiniz. Yəni, bu sual üçün hansı daha maraqlı olar? Hansı maraqlı olar? Gəlin biz bunu hər iki qayda ilə yazaq. Əvvəlcə mən bunu onluğa çevirim. 2, 9, 16-lıqda. Onluğa çevirsəm 0, 1 yazdım. 2 vurulsun 16 üstü 1, üstə gəl 9 vuraq 16 üstü 0.
Bu bizə verir 32 üstəgəl 9, yəni 41 onluq ədədini. Biz bu 41 onluq ədədini 33 üstəgəl 9, bəli, 41 onluq ədədini 8-liyə çevirmək üçün 41-i bölərəm 8-ə, qismətdə 5, qalıqda da qalar 1. Sondan geriyə doğru düşsəm 5, 1 yazaram. Ədədimiz olar D variantı. Bu birinci yol. İkinci yol nə idi? Mən bunu ikiliyə çevirəcəm. Bax, 16-lıqda 2 dənə rəqəm var, düzdür? 2 dənə 1, 2, 4, 8 yazıram. 1, 2, 4, 8. Da belə xətt qoyum ayrıcı kimi. 1, 2, 4, 8. Və indi biz 9 almaq üçün nələri toplamalıyıq? Biz 9 almaq üçün 8 ilə 1-i toplamalıyıq da. Bura 1 yazıram, bura 1, buralara 0 yazdım. 2-ni almaq üçün də yalnız 2-dən istifadə edəsəm bəsdir. Bura 1 yazıram, bura 0 yazıram, buralara da 0 yazıram. İndi verilmiş ədədi aldıq. Ədədimiz budur. Biz bunu ikilik say sistemində aldıq. 16-lığa çevirmək üçün artıq biz bunu 3-3 bölməliyik. 3-3 bölsəydi nə baş verəcək? Buradan bir dənə xətt qoyuram. Buradan da bir dənə xətt qoyuram. Zaten buralar sıfırdır deyə lazım deyil. Buraya yazıram 1, 2, 4. İndi bu 1 qaldı burada. Sıfırların üstündən xətt. Burada 1, 2, 4 yazsam, sıfırın üstündən xətt çəksək, 4 ilə 1-in cəmi elədi 5. Yenə də eyni şeyi almış olar. 5, 1, 8-likdə. BB 16-lıq onluq say sistemində ifadə edin. Demək, biz bunu nömrələsək, bayaqki qayda ilə 0, 1, B'nin qiyməti 11-dir. 11 vurulsun 16 üstü 1, üstəgəl 11 vurulsun 16 üstü 0. Bu da bizə nəyi verir? 176 üstəgəl 11, 187-ni. C variantı. 176 üstəgəl 11, 187. Bu ifadəni ikili say sistemində təsvir etmək lazımdır. Biri 8-likdə, biri deməli 16-lıqdadırsa, gəlin elə biz bunu onluğa çevirib, onluğa da çevirə bilərik. Əslində biz bunu hər ikisini ikiliyə çevirib ikilikdə də toplaya bilərik. Yəni başına hər cür oynasa bilərik. Gəlin onu da elə normal onluğa çevirək. Ədədlərimiz çox böyükdür. 0, 1 yazdıq. 1-i 8 üstü 1-ə vurdum. Üzərinə 6 vuraq 8 üstü 0 gəldim. Bu bizə verəcək 14-ü. Onluq say sistemində. Bunu da çevirək. Deməli 2 vurulsun 16 üstü 1, üstəgəl 3 vurulsun 16 üstü 0. Bu da bizə verəcək 35-i və toplamı hər ikisinin bizə verəcək 49-u onluq say sistemində. Onluqda. Biz bunu ikiliyə çevirməliyik. 49-u 2-nin qüvvətləri formasında yazsaq 32 üstəgəl 16 yaza bilərik də. Bəli, 2 üstü 4 48 elədi. Bir də 2 üstü 0 yazsaq 49-a çıxarır. Deməli bizə lazımdır 2 üstü 5-in yerinə yazmaq. Bir dənə 1, 2 üstü 4-ün yerinə bir dənə 1, 2 üstü 3 yoxdur, 2 üstü 2 yoxdur, 2 üstü 1 yoxdur, 2 üstü 0 varımızdır deyə 1 yazdıq. Bu qədər. Hansı variantda var? C variantında var. Və yenə deyirəm, biz bu hərəsini ikiliyə sürətli çevirə də bilərdik. Ondan sonra ikilikdəki ədədləri toplaya da bilərdik. Elə də yaza bilərdik. Tamam. 62. Aha, elə ikilikdəki ədədlərin hansını istəyir bizdən? Gəlin hesablayaq. 1, 0, 0, 1 vurulsun deməli 110-a. 1, 1, 0. Gəlin də vuraq görək neçə alınır bu. Əsas isə burada toplamadır. Deməli, onda 110-dakı bu sıfırı gəlin belə eləyək də. Bu sıfır bizə zaten lazım deyil. Ədədin sonuna. Bura yazaq 1, 1, bura yazaq 0. Hı -hı. Bura 0 düşür. 1-i 1001-ə vuranda demək bu hissəyə yazaq elə 1001. Növbət dəfə buradakı 1-i vuracağıq. Bu da bizə verəcək deməli 1, 0, 0 belə. Formada toplasaq bu bizə verəcək 0, 1, 1, 0, 1, 1. Belə bir ədədimiz harda var? A-da yoxdur, B-də yoxdur, C-də var. B variantı düzgün cavabımız olar. Bu dəfə isə cəmin istəyir. Toplayaq. 1, 1, 0, 0, 1, 1. Eyni saydadırmı? Eyni saydadır, bəli. 1, 1. Yox, 1, 1 yox. 1, 0 idi bu. Hı -hı. Deməli, 1, 0, 1, 1, 1, 1. Toplayaq bunları. Bundan əvvəlki suallarında bəzilərinin izahında sizə demişdim. Bax, 1 ilə 1-i toplayırıq, 2 alırıq. Düzdürmü? 2 yaza bilmərik. Əgər 2-ni keçirsək 2-yə bölürük. Qalığı buraya yazırıq, qisməti yadda saxlayıb növbətdə istifadə edirik. Dedik ki, 2 alınır. 2-ni 2-yə böləndə qalıqda 0, qismətdə 1 qaldı. 1 ilə 1-in cəmi eləyir 2. Yadda 1 var idi. 3, 3-ü 2-yə böləndə qalıqda da 1, qismətdə də 1. 0 ilə 1-in cəmi 1. Yadda 1 qalmışdı. 2, 2-ni 2-yə böləndə 0, yadda 1 qaldı. 0 ilə 1-in cəmi eləyir 1. Yadda da 1 qalmışdı. 2, yenə də 2-ni 2-yə bölürük. 0, yadda 1 qaldı. 1, 0, 1.
Yadda bir qalmışdı. 2, 2-ni 2-yə böləndə 0, yadda bir qaldı. 1 ilə 1-in cəmi eləyir 2, yadda da 1, 3. 3-ü 2-yə böləndə burada 1, burada 1. Və ədədimiz alındı. 2 dənə 1 ilə başlayan 2 variant var. Və 2 dənə 1 olmalı deyildi, bir dənə 1 olmalıdır. O da D variantında var. Belə. Növbəti sualımıza gələk. Növbəti sualda nəyi soruşur bizdən? Hı hı. Roma rəqəmləri ilə yazılmış bu ədədi 16-lıq say sistemində verilərsə neçə olmuş olacaq? Ümumiyyətlə, burada nə görürük? M rəqəmləri hərəsi mini bildirir. Demək, biz min üstəgəl, min, yəni bu da bizə 2000 verir də birbaşa. Sadəcə dənə-dənə yazım hamısını ki, biləsiz. Min üstəgəl, min. Və bu da hazır bir ədəddir də. Düzdür, tarixdən, orta məktəbdən zaten bunu bilirsiniz ki, bu da 17 deməkdir. Üstünə də 17-ni gəlirik. Mindir. Üstünə də 17 gəldik. Bu da bizə nə qədər verir? 2017 ədədini vermiş olur onluq say sistemində. 2017 ədədini biz çevirməliyik 16-lığa. Deməli, 20-nin içərisində 16 düşür bir dəfə. 16 çıxırıq, qalır 4. 41-in içərisində 16 2 dəfə. 32 çıxaq və qalır burada 97-nin içərisində 16 eləyər 6 dəfə. 96 çıxırıq. Qalıqda qaldı 1. Zaten sonunda 1 olan bir dənə A variantı var. Biz buradan bura düzürük axı. Sonunda 1 olan A variantı var. Amma yenə davam eləyək. 126-nı bölək yenidən 16-ya. O da eləyər 7 dəfə. 112 çıxarıq. Qalar burada 14. 14 də Y hərfidir. Y rəqəmi daha doğrusu. 7, Y1. Bəli, A variantı sualımızın düzgün cavabı olmuş olacaq. Onluq say sistemində ifadə eləyin bu ədədlərin cəmini. Lap yaxşı. Demək, ikilik say sistemində deyirsə, biz bura 0-1 yazsaq, 0-1 yazsaq, 1 vurulsun 2 üstü 1. Bu 0 yazmaya ehtiyac yoxdur da. Bunun qiyməti elədir 3. Bunun qiyməti 3. Növbəti 1-0, 0-1 yazsaq, 1 vurulsun 8 üstü 1. Bu elədir 8. Onun da qiymətini tapdıq. Zaten bu onluq say sistemindədir deyə 10. 16-lıqda da 0-1 yazsaq, bu da bizə verəcək 1 vurulsun 16 üstü 1-i, yəni 16-nın özünü. Toplayaq bunların hamısını. Nə qədər verir? 3, 8, 11, 21, 37. Düz hesabladım mı? Yenidən baxım. 3, 8 deməli eləyir 11. 10 ilə 21. 21-in üstünə 6, 37. Nəsə yanlışlıq eləmədik. Bu 3 yox, bu 2 eləyir. Bu 2 eləyir. Düzdür sayın. Bu 2 eləyir. Toplamı da bizə 36 verər. 36 düzgün cavabımız. Uyğunluğu müəyyən eləyin bir növbəti sual. İkilik say sistemindəki qarşılıqları. Şeyə gəlin belə eləyək. Əvvəlcə başlayaq rahatlardan. 16-lıq say sistemində 3 dənə rəqəm verilibsə 3 dəfə 1, 2, 4, 8 yazıram. Deməli, belə, belə, bir dənə də belə. Bizə nə lazımdır? Bizə lazımdır ki, sonuncu rəqəm 1 olsun. Onda bura bir dənə 1 yazaram. Digərlərinə 0 yazaram. Hı -hı. Bizə lazımdır növbəti 0 olsun. Onda hamısı 0 olmalıdır ki, biz orta rəqəmi 0 alaq. Bir də 1 olmalıdır. Bura 1 yazaram. Qalanlarına 0 yazmağın mənası yoxdur. Ədəd 0 ilə başlamasa da olar. İndi biz bunu görək hansı variantda tapa bilərik. 4 dənə burada, deməli 3 dənə də burada. Deməli 4 dənə burada olsun, 2 dənə də yox. D variantı uyğun gəlmir. Çünki burada sıfırların sayı bəs eləmədi. Deməli burada 4 dənə var, düzdürmü? 0. Burada da deməli 3 dənə var. Okey. Deməli 2-yə uyğundur Y. Bu getdi. 8-lik say sistemində verilmiş ədədi yazaq. 8-lik say sistemindən ikiliyə çevirən zaman biz 3 dəfə yazaq. Çünki 3 dənə rəqəm var. 3 dənə 1, 2, 4, 8. 1, 2, 4 yazaq. 8-likdə 1, 2, 4 yazmalıyıq. Çünki 3 dənə rəqəm ifadə eləyir ikilikdə. 1, 2, 4, 1, 2, 4. Hamısı 1-dir. Onda bura bax 1 yazıram. Bu 2 dənəsinə 0. Bura 1 yazıram. 4 ilə 2-yə 0. Bir də bura 1 yazıram. 0 yazmasaq da olar əvvələ. Gəlin indi biz axtaraq bunu. 1, 0, 0, 1. Belə bir A variantı deyəsən uyğun gəlir, bəli. Buna da uyğundur A. Variantlara baxsaq zaten 100-ü də tapa bilərik. Çünki 2-yə Y, 3-ə A hansıdır? 2-yə Y, 3-ə A. 2-yə Y, 3-ə A. Bu variantı da ancaq A variantıdır. 1-ə də C düşür. Gəlin 1-i də yazaq. Görək ona necə C düşdü. 100 ədədidir. 2-nin qüvvətləri formasında göstərək. Çünki onluq ədəddir bu. 2 üstü 6, 64 verir. Üstünə 32 gələ bilərik. 2 üstü 5-i. Bu bizə 96 verər. Üstünə də gələrik 2 üstü 2-ni 100 verər.
2 üstü 6, 2 üstü 5, 1 yazdıq. 2 üstü 4, 3 yoxdur deyə sıfırlar yazdıq. 2 üstü 2 var. 2 üstü 1-dən 2 üstü 0 da yoxdur. Yazdıq bunu. Beləliklə, həqiqətən də görək, variant nə idi? C. Görək C uyğun gəlirmi? Doğrudan da C variantı bizim yazdığımız ədədə uyğun gəlir. Deməli, A variantı düzgün cavabımız olmuş olacaq. Gəldik 67-ci sualımıza. İkili say sistemindəki ifadəni soruşur. Gəlin onda biz də hesablayaq. Rahatı bilirsiniz nədir? Bax, bu onluqdakı verilmiş 1, düzdürmü? Elə ikilikdə də 1-i bildirir də. Onda elə biz bu 1-i ədədin özünə vuranda, zaten özü eləyəcək. Burada heç bir problemimiz yoxdur. 1-i onsuz da ədədə vuranda ədədin özü eləyir. Deməli, buna baxmaya bilərik. Biz bu ikilik ədədindən bu ikilik ədədi toplayaq. Alt-alta. Heç onluğa çevirməyək. 1, 1, 1, 0. Da 1, 1, 1. Toplayaq bunları geçsin. Hər ikisi ikilikdədir. 0 ilə 1-in cəmi elədi 1. 1 ilə 1-in cəmi 2. 2 yaza bilmərik. 2-ni 2-yə bölürük. 0 yazırıq qalır. Yadda 1 qaldı. 1 ilə 1-in cəmi 2. Yadda 1, 3. 3-ü 2-yə bölsək, bura 1 düşür. Qalıqda da. Qismətdə də 1 qaldı. İndi 1, yadda da 1-imiz var. Düzdürmü? 2 eləyir. 2-ni 2-yə bölsək, qalığı 0. Qisməti də əvvələ yazarıq. Alınar ədədimiz C variantı. Bu qədər. Və, və. Bir neçə sualda baxaq. Növbəti hissədir. İkinci hissədə çəkərik. Askıya kod cədvəlindən bir fraqment verilmişdir. Balaca A simvolunun 8-lik kodunu müəyyən eləyin. Gəlin biz müəyyən eləyək də. Demək, bir məntiqi qayda var. Bir qayda var ümumiyyətlə askıya kod cədvəlində. Siz onu bilsəniz, bəzən cədvəlin özündə də verir. Onu məntiqlə tuta bilərsiniz. Belədir, amma mən sizə deyəcəm. İstənilən bir böyük hərf olsun, Y məsələn. Verib burada ona görə deyirəm. Onun onluq kodu ilə 89 ilə. Balaca Y-ın onluq kodu arasında 32 qədər fərq var. 32 simvol fərq var. Özü də baxın, 89-un üstünə 32 gələndə 121 alır. Eyni şey Z-ə də aid. Bütün hərflərə aiddir. Böyük Z-in onluq kodu 90, balaca Z-in onluq kodu 122. Arasında 32 fərq var. Deməli, əməliyyat nədir? Hər hansısa bir böyük simvolun, baş simvolunda böyük, belə deyək, böyük yazılan simvolun onluq kodunun üzərinə 32 gəlsək, biz balaca simvolun onluq kodunu almış olarıq. İndi biz A hərfini axtarırıq. Bax, böyük A-nın kodu 65 verilib. Düzdürmü? Böyük A-nın onluq kodu 65. Biz bunun üstünə 32 gəlsək nə alırıq? Balaca A-nın onluq kodunu. Yəni alırıq 97-ni. Balaca A-nın, yenə deyirəm, yazıram burada dırnaqda, balaca A-nın onluq kodudur. Bu isə bizdən 8-lik kodunu istəyir. 8-lik kodunu tapmaq üçün də lap yaxşı 97-ni bölərik 8-ə. 97-ni bölərik 8-ə. 97-ni 8-ə böləndə deməli neçə dəfə düşər? 12 dəfə düşər. 96 çıxarıq. Qalıqda qalar 1. 12-ni yenidən 8-ə bölsək, burada qalar 1, burada da qalar 4. Deməli 1, 4, 1 balaca A-nın 8-likdəki kodunu ifadə eləmiş olacaq. Bax, bu qayda ilə sualın düzgün cavabını tapmaq olardı. A yox, B variantı. Nəinki ki, B variantı dedim. Belə, əsas bir dənə bu qaydanı bilin. Böyük hərfin üstünə 32 gələndə balaca hərfin onluq kodunu almaq mümkündür. Keçək növbəti sualımıza. İkili say sistemində vurmağı da hesablayaq. Demək, 1, 0, 1, 1, 1, 1, 0, 1. Vuraq bir-birinə. 1-i bu ədədə vuranda ədədin özü alınacaq ki, 0-ı vursaq 0 alınır deyə biz buradan yox, növbəti hissəni buradan yazacağıq. 1-i vursaq, demək 1, 1, 0, 1. Buradakı da 1-i vursaq, buradan yazaq 1, 1, 0 və 1. Alt-alta toplayaq görək, bu ədəd bizə hansını verir. Demək, bura 1 gələcək, aydın məsələdir. Bu 1 də bura gələcək. 0 ilə 1-in cəmi bura 1 gələcək. Zaten arxasında 3 dənə 1 varsa, onsuz da bu bir dənə variantda var. O da ki, D variantıdır. Amma biz davam edək. Deməli, bax, 1, 1, 1, 3 elədi. 3-ü 2-yə böləndə 1 qalır qalıqda. Qismətdə də 1 qaldı. 0 ilə 1-in cəmi eləyir 1. Yadda 1-imiz vardı 2. Deməli, 2-ni 2-yə böləcəyik 0. Yenə yadda 1 qaldı. 1 ilə 0-ın cəmi eləyir 1. Yadda 1 qalmışdı 2. 2-ni 2-yə böləndə 0 yadda 1 qaldı. Yenə də bura 1-dirsə, yadda da 1 varsa, deməli 2-ni 2-yə bölürük 0, burada 1 düşür. Ədədimiz budur. Yəni D variantı uyğun gəlir. İkili say sistemində deyir, hesablamaq lazımdır. 1, 0, 1, 1, 1, 0, 1. 1, 1, 0. Yox, deyəsən, burada ədədimiz daha balacadır. Rəqəmlərinin sayı azdır. Sondan yazaq. 0, 1,
1, 0, sonra 1 və 1. Düzgün köçürüm ki, hesablamada səhv etməyək. 1 ilə 0-ın cəmi 1, 0 ilə 1-in cəmi 1. Son 2 dənə 1 ilə qutaracaqsa, A deyil, D də deyil. Davam eləyək. 1 ilə 1-i toplayırıq, eləyir 0, 2, 2-ni də 2-yə böləndə qalır 0, yadda qaldı 1. Sonra 1 ilə 0-ı toplayırıq. Eləyir bizdə 1. Yadda 1 vardı. 2, 2-ni 2-yə böləndə 0, yenə yadda 1 qaldı. 1 ilə 1-in cəmi 2, yadda 1, 3. 3-ü 2-yə böləndə qalır deməli 1, yadda da 1. 0 ilə 1-in cəmi eləyir 1, yadda 1, 2. 2-ni də biz 2-yə bölsək 0, yadda 1. 1-i deməli yadda 1 eləsək 2, 2-ni də 2-yə bölsək 0, 1. Ədədimiz budur. Görək hansıdır? B variantı. B variantı, bəli. Düzgün yazılışdır. Onluq say sistemində verilmiş bu ifadənin ikilik say sistemində yazışında rəqəm sayı nə qədərdir? Bax, biz bütün bu ifadələri, yəni zaten bu 2 üstü 10-dur. Biz bu ifadələrin hamısını 2 üstü əsasa gətiririk. Neçə dənə 2 üstü əsas olsa, o qədər 1 var. İndi biz 8 üstü 5-i nə edə bilərik? Bax, 8-in özü 8 üstü 5-i yazıram. 8-in özü 2 üstü 3-dür, düzdürmü? Və belə mötərizəyə alıram, yuxarısına da 15 yazıram. Yəni bu 2 üstü 15 deməkdir də, düzdürmü? 2 üstü 15 deməkdir. Bir də 15-in özü lazımdır. 15-in özünü də 2-nin qüvvətləri formasında necə göstərə bilərik? 15-in özü 2 üstü 3, üstəgəl 2 üstü 2, üstəgəl 2 üstü 1, üstəgəl 2 üstü 0-dır. Yəni 8, 4, 2, 1 cəmi. İndi bax, neçə dənə 2-nin əsası oldu burada? Fərqli əsası. 2 də üstü 10-dur, düzdürmü? 2 üstü 15-dir. Ən böyüyündən başlayıram. 2 üstü 15, 2 üstü 10. Dalıyca da bunları yazacağıq, düzdürmü? 1, 2, 3, 4, 5, 6. 6 dənə 2 üstü ifadələr var. Yəni qüvvətləri müxtəlif olan. Onda 6 dənə 1 var. 6 dənə 1 var. D variantı. Bəs müəllim 0 sayını soruşsa nə edirik? Bax, ən böyük qüvvət hansıdır? 15, düzdürmü? Hər zaman yadda saxlayın. Bu ifadənin cəminin ikilik yazılışı 16 rəqəmdən ibarət olacaq. Yəni ən böyük qüvvətindən bir vahid çox olur. 16 dənə rəqəm olacaq. Onun 6-sı buradakı ikilərdir. Yəni buradakı belə deyək, 2 üstü ifadələrdir. Yəni 1-dir. 16 dənə 6 dənə 1 var. 16-dan 6-nı çıxsaq 10 dənə də bizdə 0 olacaq. Oldu. 2 üstü ifadələr birləri ifadə eləyir, olmayanlar da sıfırlardır. Deməli 16-dan 6 çıxırıq, 10 dənə qalır. Burada nə deyir? Deyir cəmin doğru olması üçün boşluqların yerinə hansı rəqəm yazılmalıdır? Gəlin baxaq görək. Və 1 ilə 0-ı toplayır, 1 alır, bu okey. 1 ilə 1-i toplayır, 0 alır. Çünki 2 alıb, 2-ni 2-yə böləndə 0, yadda 1-imiz var. Yadda 1-imiz var. İndi bura zaten ya 0 olmalıdır, ya 1 olmalıdır, düzdür? İndi bu hissəyə 1 yazıb. O zaman belə deyim də sizə. Əgər bura 0 olsa idi, 0 ilə 1-i toplayardıq. Bu yadda olan 1-i də gələrdi, 2 alardıq. 2-ni 2-yə böləndə bura 0 düşərdi. Demək buranın qiyməti 0 deyil. Buranın qiyməti 1-dir. Buranın qiyməti 1-dir ki, biz də 1 ilə 1-i və yadda 1-i toplayıb 3 almışıq. 3-ü 2-yə böləndə bura 1 düşür. İndi yadda yenə 1 qaldı. Diqqətli olun. Növbət dəfə buranı 0 almalıyıq. O zaman belə deyim də, buranın 0 alınması üçün bu ikisinin cəmi 2 olmalıdır. Onda zaten yaddaşda 1 var deyə bura 0 yazıram. Yaddaşdakı 1 elədi bu ikisi bir yerdə 2 və 2-ni 2-yə böləndə 0 aldıq. Yenə yaddaşda 1 qaldı, düzdürmü? İndi buranın 0 alınması üçün mən bura 1 yazmalıyam. Çünki 1 üstəcə 0, yadda da 1 qalmışdı. Elədi 2, 2-ni 2-yə böləndə 0 düşür və yadda 1 ilə yola davam edirik. Deməli 101 yazılmalıdır ora. Bu da Y variantında var. Mükəmməl. Davam edək növbəti sual ilə. Askıya kod cədvəlinə bir fraqment verilmişdi. 9 simvolunun 16-lıq kodunu müəyyən eləmək lazımdır. Əslində bunun məntiqi ardıcıllığını tuta biləriz bu hissədən. Bax, 1-in 10-luq kodu 49-dur. 2-nin 10-luq kodu 50-dir. Verilməyib də bizə. Yəni sualı o formada verilsə daha tez tələbələr tapardı. Ona görə verilməyib. 3 verib əvəzinə. 3-ün də 10-luq kodu 51-dir. Sırayla bu formada gedirik də, yəni. Düzdürmü? Onda belə deyək, onda 4-cü olacaq 52, 5-ci olacaq 53. Bu formada getməliyik. Onda 9-a qədər, yəni elə bir bax bu 51-dir, düzdürmü? 3-ün üstünə biz 6-nı gəlsək 9 alarıq. Onda 51-in də üstünə biz 6 gələk, 1-1 gedir. Bunda alaq 57. Amma bu onluq kodudur. Onluq kodu. Bir də deyirəm 3 rəqəmindən 9-a qədər 6 dənə getməliyik. Onda 51-i də 6 vahid artırsaq 57 alırıq. Və 57 onluqdadır. Bizdən 16-lıqdakı kodunu soruşur. 16-ya bölsək 3 dəfə düşər. 48 çıxsaq 9 qalar. 3, 9. 16-lıqdakı kodum. Yəni, imtahanda həyəcanlanıb 57 götürməyin. Bu 10-luqdakı kodudur. Və. Gəlin bir dənə də bu ifadəyə, suallardan birinə baxaq.
A, C, D, B 8'lik say sistemində verilmiş. A böyükdür C-dən, C böyükdür D-dən, D böyükdür B-dən. 4 rəqəmli ədəddir və siz tapın görək 4 rəqəmli ədədimiz hansı? Gəlin belə eləyək. A verilmiş say sisteminin ən böyük rəqəmidir. 8'lik say sisteminin ən böyük rəqəmi hansıdır? 7-dir, düzdürmü? Və bu hissəyə yazdıq 7-ni. D verilmiş say sistemində sadə rəqəmdir. Sadə, mürəkkəb deyil, sadədir. C verilmiş say sistemində 4-ə bərabərdir. C-nin qiyməti 4-dür. B verilmiş say sisteminin ən kiçik sadə rəqəmidir. O zaman gəlin belə eləyək də. Sadə deyirsə, biz sadə rəqəmlər hardan başlayır? Əvvəlcə onu təyin eləyək, yəni yazaq sonra tapaq. A. Deməli onda D-nin qiyməti 3-dür, B-nin qiyməti isə 2-dir. Çünki ikisi də sadə olmalıdır, amma D B-dən böyük olmalıdır. Yəni sadə ədədlər dedikdə, yəqin ki, artıq buranı bilirsiniz. 2-yə və yəni 2 dənə ədədə bölünənlər. Təbii ki, sadə ədədlər bir özünə bölünür, bir də 1-ə bölünür. 2 dənə dedikdə onu nəzərdə tuturuq və əlbəttə ki, 1 bəs müəllim 1-i niyə yazmadınız? Çünki 1 nə sadədir, nə mürəkkəbdir. 1 yalnız özünə bölünür. Ona görə 1 sadə də deyil, mürəkkəb də deyil. 3 2-dən böyükdür. Belə. Başqa da nə qaldı? Bu ədədi 8'lik say sistemində də 16'lıq say sisteminə çevirmək lazımdır. Yəni biz bu ədədi buradan səliqə ilə yazaq. Ədədimizi ardıcıllıqla 7A. C-nin qiyməti 4, D-nin qiyməti 3, B-nin də qiyməti 2-dir. Bu 8'lik say sistemində yazılıb. Ki biz bunu 16'lığa çevirmək üçün gərək 2-liyə çevirək, sonra 16'lığa çevirək. O zaman belə eləyək. 4 dəfə 1 2 4 yazıram mən bura. Çünki 4 rəqəmdir. 2-liyə çevirmək üçün 1 2 4 1, 2, 4, 1, 2, 4 və 1, 2, 4. İndi biz 2-ni almaq üçün təbii ki, buralar 0, bura 1 düşür. 3-ü almaq üçün 2 ilə 1-in cəmini toplamalıyıq. Bura 0 düşür. 4-ü almaq üçün bura 1 yazın, buralara 0. 7-ni almaq üçün 3-ündən də istifadə edəcəm. Bu bizdə oldu ikilik say sistemində verilmiş ədəd. İndi 16'lığa çevirmək üçün 4 bölməliyəm axı, düzdürmü? Gəlin 16'lığı da mən bu hissədən belə bölgə aparım. Bu 8-liyə çevirməkdir bu ifadə. 4 2 1 yazmağım. İndi mən bunu 4 bölürəm. Bax, buradan böldüm. Yəni bu üstündən xətt çəkə bilərəm artıq. Buradan böldüm. 1 2 3. Buradan böldüm. Bir dənə də burada qaldı. Bax, bura 1 2 4 8 yazıram. Sıfırların üstündən xətt çəkirəm. Birlərin üstündəki, bunların birlərin altındakını deyim, toplayıram. Demək 8 ilə 2-nin qiyməti 10 eləyir. Onun da qiyməti bizdə A-dır. Bura yazıram deməli 1, 2, 4, 8. Zaten hamısı bir dənə 1 var burada. Ona görə bura 1 düşür. Sıfırları silsək bir dənə 1'in altında 1 var. Demək burada 1, 2, 4, 8 yazsaq hamısı 1'dir deyə toplayırıq. O da eləyir 15. O da 15-də F-dir. F 1A. Sualın düzgün cavabı E variantıdır. Yəni məsələ nə idi? 8'lik say sistemindən 2'lik say sisteminə çevirmək, 2'likdən də 16'lıq say sisteminə çevirmək. 8-dən 2-liyə çevirmək üçün neçə dənə rəqəm varsa o qədər 4 2 1 yazırıq. 2-likdən 16'lığa çevirmək üçün isə 4 bölürük. Nə deyir? Deyir ki, bərabərliyin ödənilməsi üçün x və x üstəgəl 2 əsaslarının ala biləcəyi qiymətləri müəyyən edin. Müəyyən edək, görək hansılardır. Onluğa çevirməliyik təbii ki. Əvvəlcə yazdıq belə. Bunu onluğa çevirsək 0 1 3x üstəgəl 2 alınır, düzdürmü? Və bu ifadəni də onluğa çevirsək 2, 7, x üstəgəl 2-ni. Bura 0, 1 yazırıq. 2-ni vururuq əsasa, yəni 2 vurulsun. X üstəgəl 2 üstü 1, üstəgəl 7-ni vururuq. X üstəgəl 2 üstü 0-a. Zaten buranın qiyməti aydın məsələdir. Yəni 1 eləyəcək bu hissə. Bu ifadə 1 elədiyi üçün heç bunu yazmasaq da olar. İndi biz bunları bərabər eləməliyik. Yəni 3x üstəgəl 2-ni bu hissədən yazmışam. Təzədən yazıram. 3x üstəgəl 2 bərabər 2 vurulsun x üstəgəl 2-ni də 2-yə vuranda eləyir 4. Və üstünə də 7 gəlirik. Yəni deyirəm, istənilən ifadənin üstü 0 zaten 1 eləyir. Ona görə 7 yazırıq. Və bu da 3x-dən 2x çıxanda bu bizə x-i verir. Buradan yazım, göstərim oxla. 11 burada 2 də çıxanda qalır 9. X-in qiyməti 9 oldu. Və onda x-in qiyməti 9. 9 üstəgəl 2 də 11 eləyir. Biri 9-dur, biri 11-dir. X 9, x üstəgəl 2 də 11. B variantı sualın düzgün cavabı. Gələk 76-cı sualımıza. Görək burada nə deyir? Yenə də bayaqki sual tipindəndir. Buranı silək. Deyir ki, B A-dan böyükdür. A D-dən, D də C-dən.
Amma diqqətli olun, ədədin yazılışında ASDB ardıcıllığı ilə yazacağıq. B verilmiş say sisteminin ən böyük rəqəmidir. Onluq say sistemindən söhbət gedir. Ən böyük rəqəm hansıdır? 9. Bura yazdıq 9. A verilmiş ən böyük sadə rəqəmdir. Sadə rəqəmdirsə, o zaman nə olacaq bu? Özünə və 1-ə bölünməlidir. 7. A-nın qiyməti 7 olacaq. 7. Daha sonra S verilmiş say sistemində 4-ə bərabərdir. Okey. S 4-dür. Onda arada bir dənə zaten cüt rəqəm qaldı. O da D-nin qiyməti deyil. D cüt rəqəmdir. O da 6-dır bizdə. Bir dənə də baxaq. B verilmiş say sisteminin ən böyük rəqəmidir. Okey. 9. A verilmiş say sisteminin ən böyük sadə rəqəmidir. Ən böyük sadə rəqəm bəli 7-dir. Daha sonra S verilmiş say sistemində 4-ə bərabərdir. D də cütdür. Bu qədər. İndi bu oldu bizdə onluq say sistemində ədədin yazılışı. Və biz bunu nə etməliyik? 16-lığa çevirməliyik. Zaten 16-lığa çevirmək üçün 16-ya bölməliyik. Başqa da bir qaydamız yoxdur. 9764 bölünsün 16. 97-nin içərisində 16 6 dəfə qalar, 96 çıxarıq. Və qaldı burada, deməli bu. 16-nı 16-ya böləndə, deməli 1 qalar, düzdürmü? 16-dan 16 çıxarıq. O zaman burada qaldı 4. Bir dənə də 0 əlavə eləyərik. Yəni 9764-ü 16-ya böləndə bax bu formada 610 almış olaraq. Amma tələsməyin elə. Çünki bəzən burada tələsənlər görüb cavabı axtarırlar. Yox, biz 610-u təzədən bölməliyik axı 16-ya. Amma belə eləyə bilərdiniz də. Yəni sonuncu rəqəm 4 olacaq da bizdə. Çünki biz buradan düzürük axı həmişə. Sonuncu rəqəm 4 olacaqsa bu ya A variantıdır, ya B variantıdır. Hər halda bu onluq ədədi 16-lığa çevirəndə özünü almarıq da, düzdürmü? Özünü almarıq. Ona görə A variantı qalar. Yəni məntiqdən sürətli tapa bilərsiniz. Amma mən yazacağam 610 ədədində böləcəm 16-ya. 610-u bölək 16-ya. 3 dəfə qalar. Alarıq burada 48-i. Burada qaldı 13. 0-ı da əlavə eləyək. 13-ün içərisində 16 7 dəfə qalar. Deməli 7 dəfə yoxsa 8 dəfə? Məncə 8 dəfə qalar. 16 vur 7. 16 vur 8 daha 128 eləyər. Şey 128. Demək 128 16-ya bura yazmalıyıq sadəcə 8. Bu da bizdə qaldı neçə? 130 çıxılsın 128. Bu da bizə 2 verər. Hı -hı. Burada qalır demək 2, amma sonu 2 və 4. Yəni bu variant yoxdur. Deyən baxaq. Nədir problem? Tamam, tamam. Biz baxın bayaq sualın əvvəlində dedim. Dedim bunu yazandan sonra fikir verin ASDB ardıcıllığı ilə yazılmalıdır dedim. Bayaqki sualda fikir verdinizsə ikisi də eyni idi. ACDB ardıcıllığı idi burada. Biz tapandan sonra gərək bunun dediyinə uyğun gedək. Yəni diqqətli olaq. Baxın bu hissədə səhv eləməyək. Yəni bu texniki səhvdir düzəldərik, eybi yox. Yəni bu ardıcıllıqla yazılmalıdır. A-nın qiyməti 7, S-nin qiyməti 4, D-nin qiyməti 6, B-nin qiyməti 9. Həmin ardıcıllıqla yazılmalıdır. O zaman gəlin bu hissəni də düzəldək tez. Deməli, aşağıdakı ifadəni silək. Bunları silək. Əsas bu hissəni düzgün yazmağınızdır. İmtahanda biraz ayıq olmaq lazımdır. Elə səhvləri etməsək. Əslində varianta qoysaydılar, çox tələbə səhv eləyərdi. Yaxşı ki, alınmadı. Elə bir variant yox idi. Deməli, A-nın qiyməti nə oldu bizdə? 7 oldu. S-nin qiyməti 4, D-nin qiyməti 6, B-nin qiyməti isə 9 oldu. Yəni 7400, diqqətlə baxaq, 6 və 7469. Bu onluq ədəd. İndi çevirək bunu 16-lığa, bəli, cavabımız alınacaq. Bu ədəd 16-ya bölən zaman 74-ün içərisində 16 4 dəfə qalır, çıxırıq 64. Qaldı burada 10. Təbii ki, 6-nı da gətirək yanına. 106-nın içərisində 16 6 dəfə, 96 çıxaq. Qalsın burada 10. Və son olaraq da 9-u gətirək. 109-un da içərisində 16 qalar deməli neçə dəfə? Yenə 6 dəfə. Və 96 çıxaq. Bu bizə verər 13-ü. Qalıqda qaldı 13. 13 bizdə hansı rəqəmdir? D rəqəmidir. Bura yazaq D. Sonu D ilə başlayan, bitən daha doğrusu bir dənə bu variant var. Amma davam edək. Bayaqki kimi olmasın. 466-nı 16-ya bölsək 46-nın içərisində 16 qalar. 2 dəfə çıxaq buradan 32-ni. Qaldı burada 14. Yəni də altını bura gətirək. 146-nı 16-ya bölsək 9 dəfə məncə qalar 144 eləyər də, düzdürmü? 144. Və burada da qaldı deməli neçə? Burada da qaldı demək 2. 29 da son olaraq 16-ya bölək. Burada 1 qalsın, 16 çıxaq, burada da 13 qalsın. Demək 13 nədir bizdə? 13 D-dir. Onda 1 D, 2 D. Bu ardıcıllıqda C variantında var.
Və düzgün cavabımız bəli, C variantı olmuş olardı. Belə, növbəti 16-lıq say sistemində ifadə etmək lazımdır. Bunları gəlin elə hamısını onluqda toplayaq, sonra da 16-lıq say sisteminə çevirək. Ən rahatı belə görsənir. 1, 2, 4, 8, 16 və 32. Sıfırların üzərindəkiləri silək. Birlərin üstündəkini toplayaq. 32, 8, 40, 44, bir də burada 45. Onluqda. Üzərinə gəlirik. 0, 1 yazsaq, bu ədədi çevirsək, 6 vurulsun. 8 üstü 1, üstə gəl 2. Vurulsun 8 üstü 0. O da edir bizdə 48 üstə gəl 2, 50. Və bir dənə də bunun 49-u var. O da onluqdadır deyə belə yazaq. Toplayaq. 50, 49, 99. 99-un üzərinə 45 gələndə bu bizə 144-ü vermiş olacaq. Və indi biz bu ədədi nə etməliyik? Onluqdakı ədədi 16-lıq say sisteminə çevirməliyik. 8 dəfə qalarmı? Hətta 9 dəfə də qalır. 9 dəfə ilə tam 144-ün özünü verər. 9. O zaman biz nə edəcəyik? 144 çıxacağıq elə 144-dən. O da bizə 0 verəcək. 9, 0. Yəni Y variantı sualın düzgün cavabı olmuş olacaq. Tənliyi həll edin. Cavabı üçlük say sistemində yazın. Okey, həll eləyək. Hamısını onluğa çevirək. 0, 1, 2 yazdım. 1 vurulsun x'in kvadratı. 1 vurulsun x'in kvadratı ilə x kvadratıdır. Üstə gəl 2 vurulsun x. Üstə gəl 1. Üstünə gəlirik buradakı 1-i və bərabərdir 0, 1, 2 yazırıq. O da bizə nə verir? 1 vurulsun. Deməli 7-nin kvadratı üstə gəl 0, üstə gəl 1. Yəni x kvadratı üstə gəl 2x, üstə gəl 2, bərabərdir 49, üstə gəl 1-ə. Yəni bərabərdir 50-yə. Buradan tapa bilərik ki, x kvadratı üstə gəl 2x bərabərdir 48-ə. Heç belə tənliyə falan qaçmağa ehtiyacınız yoxdur. Zaten bəlli məsələdir ki, hansı ədədin kvadratı ilə 2-yə vurulması 48-ə yaxın bir şey verər. 36 üstə gəl 12. Yəni x-in qiyməti 6-dır. Bəsit, çox bəsit formada görsənir. 6-nın kvadratı üstə gəl 2 vurulsun 6 bizə 48 verər. Deməli, bəli, x-in qiyməti bizdə 6-dır. Nə edir bizdən? Cavabı üçlük say sistemində yazın. Cavabı x-in qiymətini, yəni üçlük say sistemindən istəyir, yoxsa cavabı üçlük say sistemində yazın. Üçlük say sistemində 6 rəqəmi yoxdur. Bizdən nəyin istəyir? Çox güman ki, 6 ədədini üçlük say sisteminə çevirməyimizi istəyir. Amma yəni sualın şərti belə olmalı deyildi də. Çünki x burada ədəd deyil axı. Yəni ədəd deyil, say sisteminin əsasıdır. Heç olmasa sualın şərti belə olsa daha yaxşı olardı. Say sisteminin əsasını tapın, yəni x-in dəyərini tapın və həmin dəyəri üçlük say sisteminə keçirin. Yəni cavabı demək birbaşa bu ifadənin özünə məxsus taxın. Nəysə. Hər halda x-in qiyməti 6 tapdıq. Çox güman bunu fikirləşiblər. Yəni başqa da yol olmaz. 6-dır x-in qiyməti, 6-dır əsası və həmin o 6 ədədini biz onluqda qəbul edib üçlük say sisteminə çevirməliyik. Üçlük say sisteminə çevirmək üçün 3-ə bölməliyik. 6-ı 3-ə bölürük, qalır burada 2, qalıqda da qalır 0. 2, 0 sualın düzgün cavabı A variantı olar. Bax belə. İlk 78 sualın izahı bu qədər. Ümid edirəm ki, suallar sizlərə aydın oldu. Öz fikirlərinizi yazmağı unutmayın. Növbəti videoda görüşənədək sağ olun.